Salamlar, hər birinizi xoş gördük. Bugün biz sizlə autizm nədir mövzusunda müzakirə aparacağıq. Ümid edirəm sizə çox maraqlı olacaq. Suallarınızı canlı olaraq bizə ünvanlaya bilərsiniz. Hər birinə cavab verməyə çalışacağıq proqram gedişatı boyunca. Bizim iki qonağımız var bugün. Qonaqlarla müzakirə edəcəyik. Uşaq inkişafı üzrə mütəxəssislər Aynur Hüseynli və Nailə Həsənzadə. Hazırsınızsa başlayaq. Xoş gəldiniz. Çox sağ olun. Deməli, istəyirəm sizə birinci sualdan ondan başlayaq. Yəni ki, autizm nədir? Autizm sindromu nədir? Yəni bu haqda. Yəni ümumiyyətlə autizm özü simptomlar toplusudur. Uşaq doğulduğu gündən etibarən mövcud olan və həyatın sonuna qədər davam edə bilən bir sinir inkişaf pozuntusudur. Və günümüzdə artıq 2013-cü ildən etibarən autizm sindromu diaqnozu əslində autizm spektr pozuntusu adı ilə demək ki, əvəzlənmişdir. Bunun səbəbi autizmin simptomlar toplusunun olmasına görədir. Yəni autizm barmaq izi kimidir. Bir şəxsdə olan simptomlar digər şəxsdə hətta eyni yaş olsa belə eyni simptomlar izlənilmir, tamamilə fərqlidir və bu simptomlar zamanla azala bilir, arta bilir, genişlənə bilir, dəyişilə bilir, şiddəti dəyişilir və bizdə davamlılığını qoruya bilir. Və buna görə də bu spektr daxilində əslində çərçivələnir. Bir də bu məsələni götürsək ki, 2013-cü ildən ümumiyyətlə psixiatriyada diaqnostikanın klassifikasiya kitabı, əl kitabı DSM-5-də sonuncu versiyası çıxdı. Amma DSM-5-ə qədər bu tamamilə yayılmış inkişaf pozuntusu adı altında birləşirdi. Bu autizm sindromudur, Asperger sindromudur, Rett sindromu, uşaqlığın dezintegrativ pozuntusu, bir də ki, digər adla adlandırılmayan yayılmış inkişaf pozuntusu. Yəni burada olan bu 5 diaqnoz əslində autizmin xas olan simptomlarına, məsələn, ünsiyyət pozuntusu, qarşılıqlı əlaqə münasibət pozuntusu, bir də məhdud maraq təkrarlanan davranış pozuntusu üzrə 3 simptomatika üzrə gedirdi. Amma tamamilə fərqlidir. Məsələn, autizm sindromunda, Kanner sindromunda bu hansı şəkildə ki, vəziyyətin daha da ağır olması, uşaq funksionallığını qoruyub saxlaya bilmir. Aspergerdə uşaqda müəyyən qədər funksionallıq, yəni işlevsəllik var. Amma uşağın dezintegrativ pozuntusunda bu uşaq müəyyən bir yaşa qədər tipik, amma müəyyən yaşdan sonra geriləmə ilə gedirdi. Bir də ki, non-spesifik demək ki, yayılmış inkişaf pozuntusunda, amma uşaqda diaqnozu təsdiqləmək üçün yetərli simptomlar yoxdur, yalnız bir simptom var. Amma Rett sindromu DSM-4-də, yəni 2013-cü ilə qədər Rett sindromu da daxil idi. Bu, demək ki, stereotip davranışlar daha üstünlük verən bir diaqnoz idi. Amma günümüzdə Rett sindromu bu klassifikasiyadan çıxarıldı. Çünki bu bir genetik bir xəstəlikdir. Əzələrin hipotoniyasından gedən bir xəstəlikdir. Oğlanlardan daha çox qızlarda rast gəlinir. Autizmla birgə ola bilir. Yəni, tamamilə başqa bir diaqnoz adı altında birləşdirildi. Amma səbəb nə oldu ki, bu DSM-4-dən DSM-5-ə bu kimi dəyişiklik oldu? Diaqnozla bağlı mən sizə suallar verəcəm. Buyurun, buyurun. Nailə xanım, sizin buna bağlı demək istədiyiniz bir şey var? Autizm. Xeyr. Hansı belə deyək, əlamətlər olmalı? Məsələn, mən qruplarda görürəm tez-tez. Valideyn yazır ki, uşağın 3 yaşı var, yəni bilir ki, autizm tutaq 3 yaşdan etibarən daha çox özünü göstərir. Uşağın tutaq ki, ünsiyyət göz kontaktı qurmur, nə bilim, bu kimi elə şeylər var. Açır internetdə oxuyur ki, bu autizm ola bilər. Aparır, tutaq ki, nevroloqa bəziləri bu diaqnozu alırlar, bəziləri təsdiqlənmir. Sizcə, autizm hansı protokollara əsaslanır dediniz artıq bizə? Diaqnozu zamanı, yəni nələr nəzərə alınmalıdır? Yəni bu təsdiqləmə mərhələsi necədir? Demək ki, bu autizm spektr pozuntusunda bu diaqnozun təsdiqlənə bilməsi üçün iki qrupa daxil olan simptomlar toplusuna da toxunmalıdır. Məsələn, bir uşaq autizm diaqnozunu alırsa, A qrup, bir də B qrupuna daxil olan simptomlar olmalıdır. A qrupunda demək ki, non-verbal, yəni şifahi olmayan nitq ünsiyyətin məhdudluğu, ünsiyyətə başlamaqda davam etməkdə çətinliyin olması, bir də sosial-emosional münasibətlərdə çətinlik. Bu üç simptomun üçünə də toxunmalıdır. Bunlara nələr daxildir? Göz kontaktdan məhdud olmasıdır, ünsiyyət
qura bilməməsidir, həmyaşıdları ilə və s. İnsanlardan demək ki, maraqlı gələ bilməməsidir, işarələrdən istifadə edib özünü ifadə edə bilməməsidir, empatiya, emosiyada, jest, mimikada istifadə edə bilməməsidir. Bunlara toxunur. Bir də B qrupuna məhdud maraq təkrarlanan davranışlardır ki, bunlar nələr daxildir? Maraq dairəsi məhduddur və məsələn, oyuncaqla oynayanda oyuncağın bir hissəsi ilə oynayır. Və yaxud da oyuncaqları funksionallığına görə oynaya bilmir. Çünki öyrənmə qabiliyyətində birbaşa təsir göstərir. Çünki maraq dairəsi məhduddur. Təkrarlanan davranışları var. Bunlar əl-bədən hərəkətləri daxildir. Eyni zamanda nitqin təkrarlanması ekologiya da daxildir. Və yaxud da ki, təkrarlanan oyun şəklində və yaxud da təkrarlanan rutinlər şəklində. Məsələn, stəkandan su içməsindən öncə uşağı bu tərəfə qoymaq. Bu, məsəl üçün, uşağın rutinidir. Və eyni formada bunu davam edir təkrar-təkrar. Bir də ki, rutinlərin pozulmasına qarşı uyğunsuz davranışların göstərə bilməsi. B qrupuna yalnız bir dənə simptom kifayətdir ki, olsun ki, autizm spektr pozuntusu diaqnozu təsdiqlənsin. Yəni, bir uşağın yalnız A qrupuna daxil olan 3 simptom olub, B qrupunun heç bir simptomu yoxdursa, autizm spektr pozuntusu diaqnozu təsdiqlənməz. Yalnız minimum biri B qrupundan olmalıdır, 3-ü də demək ki, A qrupuna daxil olmalıdır bu diaqnozun qoyulması. Protokollar haqqında xahiş edirəm, biraz daha geniş danışa bilərsinizmi? Və bu, ümumiyyətlə, diaqnozun təsdiqlənməsi hansı formada ola bilir? Günümüzdə artıq demək olar ki, valideynlər artıq hər tərəfdən, sosial mediadan və yaxud da ki, Google-dan, Wikipediadan daha çox məlumat əldə edə bilir. Daha əksəriyyət yanlışdır, daha yəni bir çox yanlışdır, bir çox doğru məlumatlardan hansı formada istifadə edə biləcəyini əslində fərqində olmaya bilirlər. Məsələn, DSM-4-dən nitq ləngiməsi əsas simptomlardan biri sayılsa da, amma DSM-5-də nitq ləngiməsi ASB-nin simptomlarına daxil olunmur. Və yaxud da ki, məsələn, duysal çalışmazlıq DSM-4-də yox idi, amma DSM-5-də duysal çalışmazlıq əlavə olunmuşdu. Amma bir diaqnozun qoyula bilməsi üçün zaten ananın şübhəsi ilə gəlir. Normalda bu formada ana şübhə edir pediatrik rutin kontrollarda. Normalda əslində 18 aylığına etibarən bir sıra skrining testlər var ki, pediatrik kabinetlərində assistentlər tərəfindən bu keçirilməlidir ki, uşağın inkişafı dəyərləndirilsin, şübhə varsa və s. bu bilinsin. Və bundan sonra uşaq psixiatra yönləndirilir. Və diaqnoz bir şəxsin, bir mütəxəssisin rəyinə əsasında qoyulmur. Psixiatr, nevroloqa əməkdaşlıq qurur, psixoloqla, yəni bura kliniki psixoloqa daxildir, pedaqoqun, uşaq inkişaf mütəxəssisinin rəyi əsaslar bir ergoterapevtdir. Eyni zamanda erkən yaş dönəmi olduğu üçün bir lor həkimi, bir də ki, göz həkiminin rəyi də lazımdır. Həm görmə qabiliyyəti, həm də eşitmə qabiliyyətinin ölçülməsi üçün. Bu müəyyən şeyləri inkar etmək üçündür. Duyusal həssasiyyətin yoxlanması, məsələn, ergoterapevtin bu rəyi göndərir psixiatra və beyində müəyyən bir instrumental demək ki, müayinələrlə aparılır. Nevrolog tərəfindən müayinəsi məlumat göndərilir psixiatra. Yəni, bu şəkildə ümumi bir demək ki, ətraflı məlumatlar əsasında konsultasiyalar aparılır. Normalda psixiatr IDR ya da ADOS-2 kimi bir diagnostik vasitələrdən istifadə olunur ki, məsələn, bunların tətbiqi 3 saat yarım, 4 saatdır və bu öncədən planlı şəkildə olur. Yəni, əgər diaqnozdan şübhələnibsə, diaqnoz bir gün içərisində təsdiqlənmir və yaxud da ki, təsdiqlənsə də 5 dəqiqə və 10 dəqiqənin içərisində olmur. Bu həftələr sürülür, saatlar sürülür, çünki diaqnozdan təsdiqlənməsi planlı şəkildə aparılır, çünki valideyn də biz hazırlamalıyıq ki, valideyn də diaqnoza hazır olsun. Çünki autizm spektr pozuntusu xəstəlik deyil. Çünki səbəbi bilmirik nədən yaranır, risk faktorları var. Amma ki, müalicəsi də yoxdur, dərman da yoxdur. Bu bir fərqlilikdir, fərdin həyat keyfiyyətini aşağı sala bilən bir fərqlilikdir. Valideyn də bu çətinliyə müəyyən qədər də hazır olmalıdır ki, davam edə bilsin, fiziki rəhbərlik edə bilsin. Valideynlər barədə mən sual verəcəm sizə. Bu, əgər mərhələyə bölsək, yəni konkret, tutaq ki, aspirin diaqnozu, siz hansı mərhələləri sayacaqsınız? 1, 2, 3, 4? Məsələn, bu birinci mərhələdə sayılsın. Məsələn, valideynlər bu birinci mərhələdə əgər müəyyən qədər şübhələri varsa, bu məlumatlar alınır, müəyyən qədər şübhələri varsa, bu şübhələr birbaşa psixiatrın yanına getməklə olur və artıq erkən yaş dönəmidirsə artıq nəzərə alınmalıdır ki, bu ikinci mərhələsi artıq bir nevroloqun, bir psixoloqun, bir demək ki, digər saydığım mütəxəssislərin konsultasiyalarında, mini konsultasiyalarında olması kifayətdir.
Və sonuncu bir, demək ki, üçüncü mərhələdə artıq diaqnozun təsdiqlənməsi və etiraf olunma mərhələsidir valideynlər üçün. Əla. Məsələn, erkən yaş deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, hansı yaşdan etibarən? Hə, erkən yaş dönəmi, məsələn, desəm 4-dən simptomlar bir-birlərinə oxşadığı üçün, diaqnozların bir-birinə oxşadığı üçün və müəyyən yaşda ətraflı olduğu üçün müəyyən bir yaş həddi qoyulmuşdur, 5 yaş. Amma desəm 5-də artıq 3 yaşdan öncə təsdiqlənə bilər və 18 aylıq götürülür. Amma dünyada artıq nə formada götürülür? Uşaq 6 ayını tamamlayanda, 6 aylığına etibarən şübhələnmək mümkündür. Məsələn, sosial gülümsəməsinin olmamasına görə şübhələnmək mümkündür. Düzdür, bu şübhə diaqnozu təsdiqləməz. Amma bizi ayaq tutar. Biz uşağı nəzarət edirik, müdaxiləyə hazırlayırıq. Ona görə də 18 aylıq tam məsələn 1 yaşda ola bilər. Amma 3 yaşdan öncə diaqnozun qoyulması erkən diaqnostika adlandırılır. Yəni onu demək istəyirsiniz ki, məsələn uşaqlar sosial, daha doğrusu emosional olaraq daha tez yetişirlər. Nəinki belə deyək, danışmazdan öncə onlar hiss eləməyi, nə bilim bunları emosiyalar öyrənirlər də. Yəni tutaq ki, uşaq gülümsəməyə cavab vermirsə 6 aylığında, nə bilim emosional yaxınlıq hiss eləmirsə, belə deyək. Bəli, bu hansı formada gedir? Məsələn, uşaq doğulanda 3-cü, 8-ci həftəsindən etibarən qeyri-iradi sosial gülümsəmə olur. Yəni uşaq özü istəmədən gülümsəməklə cavab verir. 8 həftədən sonra uşaq artıq iradi olaraq gülümsəyir. Uşaq baxan verənə, yemək verənə, altını təmizləyənə, daha kim o çox oynayırsa, gülümsəməklə cavab verməlidir. Bu artıq əlamət 6 aylığına qədər demək ki, formalaşmalıdır. Əgər 6 aylığına qədər formalaşmayırsa, artıq bizim üçün bir siqnal olmalıdır. 9 aylığında artıq uşaq adına reaksiyasını verməlidir. Uşaq maraq dairəsi daha çox olmalıdır və oynadığı bir əşyanı yaxında olan bir şəxsi göstərib maraq dairəsini paylaşmalıdır. Adına reaksiyasını verməlidir və s. 1 yaşında olan uşaq adını da bilməlidir, adına da reaksiya verməlidir. Maraq dairəsi, sosiallaşma daha yaxşı olmalıdır. Amma autizm spektr pozuntusuna daxil olan simptomlar yaşa görə tamamilə fərqlidir. Məsələn, 18 aylığında məsələn bu uşaqlarda ortaq diqqətli, təqlidi bacarığı zəif olur və bu əsas simptomlardan biri sayılır. Amma 18 aylığına qədər ortaq diqqətin olmaması, təqlidi bacarığı olmaması simptom kimi götürülmür. Çünki normal tipik uşaqlarda 18 ayından sonra tamamilə inkişaf eləməlidir. Yəni buna görə də o simptomlar götürülmür. Məsələn, yeyilməyən əşyaları ağzına salmaq. 14 aylıq bir uşaq üçün bu bir simptom deyil. Amma məsələn 24 aylıq uşaq üçün bir simptomdur. Ona görə də yaşa görə də simptomlar dəyişir, daha ayıq olmaq lazımdır. Məsələn, biz deyə bilmərik ki, 1 yaşı var, uşaq demək ki, söz bazası məhduddur və s. və ilaxır. Biz yaşa görə də götürməliyik. Amma 24 aylıq bir uşaq 2 sözdən ibarət cümlə demirsə, 2 sözləri, 2 sözlü bir ifadə işlədə bilmirsə, bu bizim üçün bir risk faktoru olur. Barmağına işarə eləməmək, 9 aylıq bir uşaq. Bu bizim üçün bir şübhədir. Yəni, bu kimi simptomlar yaşa görə də bölünür, daha klassifikasiya edəndə daha diqqətli olmaq lazımdır. Onda daha çox iş düşür demək bu diaqnoz məsələsində, daha doğrusu erkən olaraq bunu müəyyənləşdirmədə uşağın pediatrı, yəni ki, poliklinikalarda, yəni ki, qeydiyyatda olurlar da uşaqlar və eyni zamanda valideyn üzərinə belə bir şey. Və biz ondan danışdıq ki, necə olar ki, valideynlər nəyə diqqət eləməlidirlər ki, deyək ki, uşağı deyək ki, müəyyən bir məsələlərlə bağlı pediatrla müraciət eləsinlər və daha sonra isə bunlar müraciət yerləri dəyişir, belə deyək, ünvanları. Bəs yaxşı, və yaxud valideynləri qeyd elədiniz ki, onları da hazırlamaq lazımdır və təbii ki, belədir. Valideyn üçün çətin olur qəbul eləmək, çünki çətin prosesdir. Valideynlər bu prosesə necə cəlb olunmalıdır, necə onlar hazırlanmalıdır? Kimdən başlayaq? Fikriniz varmı? Sadəcə mən bir ifadə ilə, bir cümlə bildirmək istəyirəm ki, biz maarifləndirməklə, sosial bir maarifləndirməklə bu daha yaxşı ola bilər. Çünki maariflənən insan mühakimə etməz. Maariflənən insan, maarifli cəmiyyətdən gedir. Məsələn, bu o deməkdir ki, övladı var, övladı yoxdur, diaqnozun sahibdir ya deyil. İnsanlar nə qədər maarifli olduğu halda mühakimə eləmir və icazə verir ki, artıq bəzi müdaxilə edir və valideyn cəmiyyət içərisində eləyə bilsin. Və bəzən bu xəstəlik sayılmır, əslində bir fərqlilikdir, amma daha çox xəstəlik kimi qeyd olunur, xəstə uşaq deyir, xəstə uşağın valideyni deyir və s. və ilaxır. Bu kimi ifadələr çox həssas məsələlərdir. Bu nədən hardan başlamalıdır?
pediatri klinikadan başlamalıdır, o dönəmdən başlamalıdır. Sonra bu kimi mərkəzlərin, müdaxilə mərkəzlərinin sayının çox olması lazımdır ki, bu kimi uşaqlar dəyərləndirmə aparılsın və seminarlar və ya da təlimlər keçirilsin, insanlara daha çox sizin təşkil etdiyiniz kimi artıq bu necə deyim, görüşdən eşidənlər artıq biləcək ki, autizm məsələn xəstəlik deyil, bu bir fərqlilikdir və s. Bu bir sosial işdir əslində, maariflənmə üzrə. Sadəcə mənim maariflənməyim istiqamətində, yəni bildirmək istəyirəm fikrimi. Tamam. Valideynin belə deyək də diaqnoz qoyulma prosesinə cəlb olunması, mərhələ-mərhələ sizin qeyd etdiyiniz kimi valideynin hazırlanması çox önəmlidir. Əslində uşağının probleminin xəstəlik, fərqlilik və yaxud da ki, nə olması deyil, həmin anda valideyni daha çox stresə salan şey qeyri-müəyyənlikdir. O anda eşitdiyi qeyri-müəyyənlikdir və insan beyni qeyri-müəyyənliyə dözmür. Müəyyən reaksiyalar verir. Çünki heç bir cütlük, heç bir ana, hamilə qadın uşağın fərqli olacaq xəyalını qurmur. Uşağının filan məhdudiyyətləri olacaq planını qurmur. Ona görə hazırlanır özünü. Ortostatistik uşaq valideyni olma roluna hazırlayır özünü. Və uşağın diaqnozunu eşitdikdə ideal uşaq xəyalı suya düşür və qarşısında diaqnozla bərabər qeyri-müəyyən bir rol var və bu rola hazırsanmı, yoxmu soruşulmur. Bu rol birdən-birə insanın çiyinlərinə qoyulur. Yəni, ən çox stres burada baş verir. Və o anda hər kəsin reaksiyası başa düşüləndir. O şok, inkar və s. Mən belə düşünürəm ki, o anda, diaqnozu öyrəndiyi anda göstərdiyi reaksiyanın uşağın həyatına heç bir təsiri yoxdur. İnsanlıq halıdır, hər bir reaksiyanı göstərə bilər. Əsas olan sonraki addımlarda ailənin, ananın, atanın ayrı-ayrılıqda bir fərd kimi, həm də cütlük kimi uşaq üçün hansı planları düşünürlər, hansı addımları atırlar, bəzən cütlükləri ayrılır və s. və s. Yəni, çox hadisələr baş verir. Bu istiqamətdə sonraki addımlar əsasdır. Ailələrin verdiyi reaksiyalara girin. Olar, yəni nəyə bölüşmək istəyirsinizsə? Ailələrin göstərdiyi reaksiyalar düzdür. Bu bütün dünya üzrə simptomlar eyni olsa da, autizm eyni olsa da, etnopsixoloji məsələlər burada araya girir. Amma reaksiyalar nə qədər bir-birindən fərqlənsə də, 4 kateqoriya üzrə ümumiləşdirilir. Şəxsi strukturlaşma, ən az rastlanan və ən ideal cütlüklərin göstərdiyi reaksiyadır bu. İlkin anda şok keçirirlər, amma nə qədər ideal, ortostatistik bir uşağa plan qursalar da, xəyal qursalar da, onu qoyurlar kənara, vəziyyətlə öyrənirlər, heç bir emosiyaya qatılmadan yeni plan qururlar və uşağın həyatı üçün lazım olan addımları atırlar. Növbəti reaksiya modeli isə mərhələ modelidir. Adından da bilindiyi kimi birinci şokla başlayır, sonra inkar, sonra bir-birini günahlandırma, sonra özünü günahlandırma, sonra depressiya və çıxış yolu artıq qəbullanma. Yəni, mərhələ-mərhələ gəlir. Bunu ya cütlüklər birlikdə gəlirlər, ya da ayrılaraq gəlirlər və hər fərd özünə görə, öz yetişdirilmə tərzinə görə, şəxsiyyətinin güclülüyünə görə gəlir, çatır müəyyən müddətə. Amma burada da yenə də uşağa kömək olunur sonda. Digəri daimi kədər reaksiyası modelidir. Burada da yenə ilkin reaksiya şokdur, inkardır. Sonra isə bu reaksiya modelini seçən ailələr də uşağa kömək eləyirlər sonunda. Növbəti addımlarda uşağa kömək eləyirlər. Amma o həmin şokdan sonraki o kədəri aktual saxlayırlar. Məsələn, uşağın diaqnozunun, bayaq qeyd elədiyiniz kimi, ağır, yüngül olmasından asılı olmayaraq, onlara açılan təkliflər, açılan qapılar, həyatlarını rahatlaşdırmaq üçün olan təkliflər, kiminsə köməyi, maddi, mənəvi, psixoloji kiminsə köməyini geri çevirirlər, həyatın mərkəzinə o kədəri qoyulur və kədəri aktual saxlayırlar. Amma uşağa kömək olunur. Sadəcə cütlüklər özlərini tamamilə kənara qoyurlar və ən şanssız uşaqlar isə axırıncı reaksiya modelidir, çarəsizlik modeli. Bu insanların xüsusi övladı olsa da, olmasa da başlarına gələn hər bir situasiyadan çıxma və ya çıxmama yöntəmi elə budur, çarəsizlik. Çünki o ana, ata çox az rast gəlsə də, o ana, atanın öz ana atası da olaraq daimi çarəsizliyi təlqin eləyir.
və olunan təklifləri də geri çevirirlər. Acınacaqlısı budur. Burada uşağa heç bir kömək olunmur. Ən şanssız uşaqlar o ailəyə düşən uşaqlardır və burada diaqnozun yüngül olmağı belə o uşağın vəziyyətini daha da ağırlaşdırır. Həyatına çox mənfi təsirlər göstərir. Çünki uşaq öz başına gedib hansısa təklifdən yararlana bilməz. Burada ailə bunu əlaqələndirməlidir və ailə də bunu eləmir. Çünki daim eyni çəmbərdədirlər, çarəsizlik çəmbərində özlərini hiss edirlər, çıxmağa da çalışmırlar. Və belə digər tərəfdən mən bir şeyə toxunmaq istəyərdim. Bu valideyn olduğum üçün biraz buna rahatlıqla toxunmaq istəyirəm. Diaqnoz qoyulma prosesində var belə hallar ki, ailənin, ananın əsasən psixoloji vəziyyətinə görə, yəni psixoloji vəziyyəti əgər o an üçün hiss eləyirsə, diaqnozu qoyan şəxs hiss eləyirsə ki, ana bu dəqiqə zəif vəziyyətdədir və reallığı eşidəcək vəziyyətdə deyil, bəzən boş xəyallar qurduracaq fikirlər təlqin edirlər. Məsələn, ən çox rastlanan uşağınız bir dahidir. Dahi demək üçün özünüz daha yaxşı bilərsiniz ki, hansı mərhələlərdən keçməlidir. Ümumiyyətlə, autizmli uşaqların belə bir dahi ilə assosiasiya olunması mənim üçün ağırlı bir prosesdir. Niyə? Bu elə dediyimiz kimi xəstəliklə, ağır bir vəziyyətlə assosiasiya olunmağa bərabərdir. Çünki autizmli uşaqlar arasında dahi olma ehtimalı elə orta statistik uşaqlar arasında dahi olma ehtimalı nə qədərdirsə o qədərdir, bəlkə də daha azdır. Deyilmi? Və valideynə bu gözləntini verdikdə, belə bir yüksək gözləntini verdikdə zamanla nə baş verir? Boşa çıxan gözlənti nə yaradır? Gərginlik yaradır. Bu nəticədə uşaqla münasibətə çox mənfi təsir göstərir. Çünki boşa çıxan gözlənti qədər gərginlik yaradan başqa bir şey yoxdur. Yaxşı olar ki, bu başdan şok keçirirsə keçirsin, inkarda, depressiyada keçirsin. Amma bu başdan olsun. Reallığı bu başdan eşitsin və doğru istiqamətdə addımlamağa başlasın. Dahi ilə assosiasiya olunması son vaxtlar çox dəb halına gəlib ki, övladlarınız bir dahi deyil dahi. Fərqlidirlər, o qədər. Bu əslində bir mifdir. Autizm haqqında çox miflər var ki, məsələn, onlar dahidirlər, istedadlıdırlar və yaxud da ki, yetkinlik dövr yaşına çatanda itib gedəcəkdir və yaxud da ki, bir valideyn tipik uşağı varsa, istəmir ki, autizm uşaqla bir yerdə olsun, çünki yoluxa bilər, onun davranışlarını götürə bilər. Bu kimi belə miflər var və yaxud da ki, məsələn, miflər var ki, siz diyeta saxlayın, uşağa qızıyın və s. düzələcək, bağırsaq müalicəsi aparılır. Yəni, bu kimi yanlış o qədər miflər var ki, yanlış məlumatlar var ki, daha çox valideyn bununla inanır və istifadə edir əslində. Sonra da sonda nə gəlir? Biz erkən diaqnostikanı da itirmiş oluruq, erkən müdaxilədə itirmiş oluruq. Nailə xanımın sözünə qüvvət. Çünki bizim məqsədimiz nədir? Dünyada sağlam bu formada gedir. Diaqnoz qoyulmaq üçün yetərli simptomlarımız olmasa belə, bir simptom əsasdır ki, biz bu şübhələnək. Və biz o zaman diaqnozun təsdiqlənməsini deyil, biz müdaxilə başlamaq lazımdır ki, uşaq həyat keyfiyyətini itirməsin. Uşaq daim öz baxım bacarıqlarına qazansın, həyat keyfiyyətini. Düz, bunlar heç bir zaman normallaşmaq istiqamətində olmayacaq. Sadəcə sosiallaşma üzrə adaptasiya. Geriləməsin, bəli. Tempini qoruyub saxlaya bilsin. Bəs valideynlərə belə əgər belə deyək də, çox qısa dediyim, yəni ki, belə konkret desək, dəstək və maneə olan amillər hansılardır bu prosesdə? Bu prosesdə dəstək, maneə olanlar nədir? Hal-hazırda Azərbaycan aktual bir problem var. Bu üzrə, autizm üzrə, autizm spektr pozuntusu üzrə çox maariflənmə işi yoxdur. Mütəxəssislər arasında, əhali arasında demirəm, mütəxəssislər arasında. Məsəl üçün götürək, valideyn uşağını götürüb rutin kontrol üçün pediatrın yanına və qeyd edir ki, mənim uşağımdan belə şübhələrim var. Ananın şübhəsini əsassız sayır. Deyir ki, uşaq 4 divar arasında necə inkişaf eləsin, inkişaf eləməyibdir, neynəməyibdir, aparın bağçada düzələcək. Heç simptomatikasına yoxlanılmır, bir skrining testi göndərilmir. Və yaxud da ki, heç bir uşaq inkişaf mütəxəssisinin bir konsultasiyasına yönəltmir, bir psixoloqun konsultasiyasına yönəltmir. Və valideyn deyir ki, okey, mən gedəcəm, aparacam bağçaya və s. Orada ultimatum verilir, demək ki,
Valideynlər ki, sizin uşağınızda bu kimi problemlər var, bir fərqliliklər var və mütəxəssisə yönləndirmək istəyir. Və valideynin əlində əsaslı bir səbəb var ki, axı mənim pediatr bunu demədi. Yəni bu əslində biz burada valideyni günahlandıra bilmərik. Burada biz sadəcə mütəxəssislər arasında da belə informasiya, məlumatlanma o qədər aşağıdır ki, bu kimi gecikmələrə səbəb ola bilər. Çünki valideyn həkimin sözünə güvənir. Və mütəxəssislərin məlumatsız olması, hətta mən deyərdim azlığı bu yəni belə deyim mütəxəssislərin. Başqa? Dəstək və maneə olan biraz bir başqa bir daha təcrübədən gəlmək istəyirəm. Bura diaqnozu doğru bilməyənlər üçün çox üzr istəyirəm qeyd edim ki, Nailə xanım özü deyək ki, autizm sindromlu övladı var. Ona görə təcrübəsindən çox. Mən biraz başqa bir istiqamətə projektora salmaq istəyirəm ki, məsələn, düzdür, ağır kateqoriyaya aid olanlar düzdür, uzun müddət reabilitasiyaya getməlidir, davamlı, amma gəlin biraz da yüngül kateqoriyanın valideynlərinin dəstək və mane olan şeylərdən danışaq, o hissədən danışaq. Məsələn, Bakı ümumiyyətlə uşaq mərkəzli mühit deyil. Yəni, Bakıda olan uşaq böyütmək üçün olan maneələr elə uşaq böyütmək üçün olan maneələrdir. Bu sadəcə autizmli uşaq üçün olan maneələr deyil. Məsələn, sıradan bir parkı götürək, bir situasiya canlandıraq gözümüzün qabağında. Parkın yarısı kafedir, yarısı çayxanadır. Təmiz hava, hərdən bir təmiz hava udmaq olur, tüstü orada. Bunların qoxulara olan reaksiyası, bunları ümumiyyətlə heç danışmıram. Bunu qoydum kənara. Gələk uşaqların oyun meydançasına, orada 2 dənə yerləncək olur, onun da biri sınıq olur həmişə. Və bir dənə yerləncəkdə 15, 20, bəzən 25 uşaq uzun bir növbə olur orada və valideynlər bir-birindən dəqiqə güdərək, orta statistik uşaqlar yəni növbə gözləyirlər. Və bura gəlsin bir dənə autizmli uşaq. Burada biz hansı güzəştdən, hansı pozitiv mühitdən, hansı anlayışdan danışa bilərik. Burada uşaq doğrudan da mı autizmli uşaqdır? Problem doğrudan da mı autizmli uşaqdır? Yoxsa problem oradakı infrastrukturdurmu? Problem oradakı uşaq mərkəzli mühitin düşünülməməsidirmi? Problem budur. Orada otluq sahə olmalıdır, geniş, təmiz olmalıdır. Uşaqların istəsə otun üstündə, çəmənin üstündə oynasın, istəsə qumda oynasın, istəsə nəsə sürmək üçün bir alan olsun. Yoxdur belə bir alan. Əgər mümkündürsə, hələ oraya gətirib parka maşını da qoyurlar və orada uşaqlar top oynaya bilmir. Parkda uşağın topu oynaya bilməməsi nə deməkdir? Və yaxud da ki, məhəllələr, hal-hazırda məhəllə deyilən bir şey yoxdur binaların həyətində. Çox az, nə bilim, neçəsə faiz ya var, ya yox. Yəni, mən tutaq ki, uşağımı götürüm. O gün hətta elə bir şey yaşandı, oğlumla qızım aşağı-yuxarı yaşatdılar. Mən başladım deyilmək ki, nə qədər olardı, elə ekranı götürürüm əlinizdən, qaçırsınız televizor götürün. Yəni, ekrana qaçırsınız və online oynayırlar orada da. Deyirəm ki, bizim dövrümüzdə məhəllə idi, düşürdük, uşaqlarla canlı oynayırdı. İkisi də söndürdü ekranı ki, geyinirik, düşürük, qoyursan, icazə verirsən. Yox. Çünki yoxdur, o mühit yoxdur, oynamaq üçün mühit yoxdur. Əgər parkın öz qazandırdıqları var uşaqlara, parkda uşaqlar təsadüfən gördükləri ilə müvəqqəti nəyinsə paylaşırlar, gəlirlər. Amma məhəllə elədir ki, münasibət, parkda ünsiyyət formalaşır, məhəllədə isə münasibət formalaşır. Münasibət formalaşmaq üçün bir insanla uzun müddət eyni yeri paylaşmağa məcbur qalmaq lazımdır ki, o münasibət yavaş-yavaş qurulsun. Bu, həmçinin yüngül kateqoriyaya aid olan autizmli uşaqlara çox təsir edir. Mən demirəm reabilitasiya lazımdır, reabilitasiya lazımdır. Amma reabilitasiyada öyrəndiklərini avtomatikləşdirilməsi üçün, daha da möhkəmləşdirilməsi üçün və həyat funksionallığına təsir etməsi üçün bunlar da olmalıdır. Münasibətin də şahidi olmalıdır, parkda müvəqqəti ünsiyyətin də şahidi olmalıdır. Mən ən çox bundan əziyyət çəkdim uşağımı böyüdərkən. Mən uşağı aparırdım, baxırdım 20 nəfər, mən necə onlara haqsızlıq edeyim, o uşaqlara necə haqsızlıq edeyim ki, tutaq ki, yapışır yerləncəkdən düşmür. Orada olsaydı 15 dənə yerləncək, mən yavaş-yavaş uşaqla daha rahat məşğul ola bilərdim ki, indi bir nəfər səni gözləyir. Amma mən 20 nəfəri gözləyib, uşağımın krizi ilə məşğulam,
biraz haqsızlıqdır. Bəs elə bu gedişatdan belə bir sual meydana gəlir məndə. Nə qədər əlçatandır autizmli uşaqlar üçün, deyək ki, hökumətin yaratdığı şərait, tutaq ki, autizm mərkəzləri açılır, görürəm. Sonra müxtəlif təşkilatlar var autizmlə məşğul olan. Sizcə nə qədər əlçatandır bu xidmətlər? Mən də uşağın yüngül kateqoriyasına aid olduğu üçün, baxmayaraq ki, illərdir əziyyət çəkirik, yəni əziyyət nə mənada, o mənada yox, əziyyət elə yox. Yəni bir zəhmət, bir çaba sərf edirik bunun daha yaxşılaşması üçün. Amma yüngül kateqoriyaya aid olduğu üçün heç bir müavinət deyil və yaxud da ki, hər hansı dövlətin müəssisəsindən istifadədir və s. heç birindən istifadə edə bilməmişəm, heç birindən. Hamısı ailə büdcəsi hesabına alır. Uşaq vaxtı reabilitasiyası da, sonra onun müəyyən, yəni autizmin müalicəsi yox, o əlavə uşaqda olan nevroloji simptomları daha belə azaltmaq üçün nevroloji narahatlıqlar var idi, yuxusuzluq, iştahsızlıq və s. Bunların müalicəsinə hamısı ailə büdcəsi hesabına olub. Hal-hazırda əlavə repetitor tutulur, fənn müəllimləri tutulur. Çünki mən uşaqlığımdan, oğlumun uşaqlığından başlayaraq reabilitasiyasına məşğul oldum, bir yerə çatdırdım. 2-ci sinifin proqramını da tamamladım. Artıq gördüm ki, biz zərərə gedirik. Çünki uşaq öyrənməni sadəcə mənimlə assosiasiya edirdi və məndən başqa heç kimə cavab vermirdi. Ona görə də məcbur qaldım ki, artıq fənn müəllimləri tutum. Ki, onu da eyni müəllim mümkün deyil. Çünki indi gedir o ilə assosiasiya edir. Fərqli insanları görməlidir ki, bu artıq o assosiasiya dağılsın beynində və fərqli insanlarla ünsiyyətə girsin, sual-cavaba girsin. Siz nə düşünürsünüz? Nə qədər əlçatandır bu xidmətlər? Bu xidmətlər yaşadığımız olduğum coğrafiyada bəs əlçatmazdır hamı üçün. Əgər mən bura 2 illərə daxil edirəm, bu böyük mərkəzlərdə yaşayan, eyni zamanda yəni iri şəhərlərdə və s. yaşayan və yaxud da ki, bölgələrdə yaşayan. Bu eyni deyil. Götürək Bakıda. Bakıda bu xidməti verən onlarla, hətta deyə bilərik bizlər artıq, yəni miqyasına görə mərkəzlər var, reabilitasiyonu verən mərkəzlər var. Bu dövlət tərəfindən təşkil olunmuş yerlər var, özəl yerlər də var və bu reabilitasiya mərkəzi olduğu üçün və burada sərf olunan əmək birliyi tamamilə fərqli olduğu üçün müəyyən qiymətlər qoyulur. Həmin qiymətlər ailənin büdcəsi ilə uyğun gəlmir. Və bu qiymətlər müəyyən qədər endirim etmək də mümkün olmur müəyyən məsələlərə görə. Amma bu da eyni büdcələr eyniləşdirilmir. Və yaxud da ki, uşaqlardan bu dövlət tərəfindən əlavə bir demək ki, yardım, yəni ekonomik yardım olması yenə də bu diaqnozun ağırlığına görə əsasən hesablanılır və bu yenə də əlçatan olur. Məsələn, yüngül şiddətli autistik uşaqlarda və s. əlçatan olmur. Amma müəyyən qədər iri, böyük, yəni məsələn Bakı şəhərində bunu müəyyən qədər ailə bunu təmin edə bilir. Əgər biz müdaxilə proqramını götürsək, həftədə 20-40 saatdır, ən azından 1 saat götürə bilir. Ən azından. Düzdür, Azərbaycanda çox nadir halda biz qeyd edə bilərik ki, bir ailə 20 və ya 40 saat reabilitasiya görür. Çox nadir hallarda. Amma biz şəhərlərə və ya kəndlərə gedəndə, biraz bölgələrə keçəndə bu reabilitasiya mərkəzlərinin sayı azalmır, 0 olur. Və o uşaqlar nə edir, o valideynlər nə edir? O uşaqlar, hər bir uşağın reabilitasiya almaq haqqı var, hər bir uşağın təhsil ocağında təhsil almaq haqqı var. O haqqdan məhrum qalırlar. Nə məktəbə gedə bilirlər, nə reabilitasiya ala bilirlər və sadəcə onlar gözləyirlər ki, hər hansı bir klinikada kimsə gələcək, nəsə bir məsləhət ola bilər, həmin məsləhəti gedib evdə tətbiq edə bilər və yaxud da YouTube üzərindən və s. onlayn xidmətlərlə və s. Amma bu da effektiv olmur. Çünki biz valideyndən mütəxəssis olmasını tələb edə bilmərik. Valideyn olur. Amma biz hal-hazırda valideyni mütəxəssis kimi yetişdirmək məcburiyyətindəyik ki, ən azından o hər hansı bir mütəxəssis tərəfindən reabilitasiya xidməti ala bilməsə də evdə valideyn o xidməti göstərə bilsin. Amma nə qədər doğrudur? Heç 12 həftədən bir dəyərləndirmək lazımdır. Kim tərəfindən dəyərləndiriləcək? Və ya da o həmin uşaqlara o bağçaya da aparılmaq. Çünki maariflənmə bölgələrdə də çox zəif olduğu üçün qonşular və ya əhali arasında bir mühakiməyə məruz qalır. O uşaq heç evdən çölə də çıxmır. Və yaxud da sabahsı gün heç məktəbə də gedə bilməyəcək. Çünki onun o haqlarına bərpa eləyən demək ki, qeyri-mümkün olur əslində, əlçatmaz olur. Ona görə də bu istiqamətdə əlçatmazlıq çoxdur.
Demək olar ki, çoxdur. Və bizim daha çox bu maddi, ekonomik, yəni maddiyat səbəblərlə bağlıdır. Çoxsu məsəl üçün, məsələn, mən indi xatırlayıram, tutaq ki də anam müəllim idi uzun illər, onun sinifində belə uşaqlar olurdu və yaxud da ki, məktəbdə gördüyüm uşaqları, vaxt ki, mən bu sahəyə maraqlanırdım. Yəni, çoxsu diaqnoz olunmur əslində. Bəli. Valideyn sadəcə fikirləşir ki, belə olmalıdır. Yəni, bu da maarifləmənin aşağı olmasına görədir. Məsələn, uşaqların çoxu, məsələn, dəcəl tərbiyəsi uşaqlar kimi gedirdi, amma günümüzdə onun diaqnozu var imiş. Yəni, bizim siniflərdə də, məktəblərdə də əsasən tərbiyəsi uşaqdır, dərs oxumur, öyrənə bilmir, heç kim onun içərisindən girmir də. Amma ən azından, hal-hazırda günümüzdə istənilən müəllim autizm sözünü eşidir. Bilməsə ki, nədir, amma ən azından sözünü eşidir. Diqqət əksiklik, hiperaktivlik diaqnozlarını eşidir, bilmir nədir. Uşağı görsə də tanımaz, amma bunu eşidə bilir. Ona görə də maariflənmə günümüzdə bir qədər yaxşıdır. Əvvəlki məsələn 10 il, 20 illər nəzərən. Müəllim o vaxt onu deyək ki, ona fikir verir ki, nə vaxt o uşaq onun planlarını pozur da, belə deyək. Sinifdə uyğun oturmur, uyğun şəkildə oturmur, deyək ki, sinif yoldaşlarına münasibət qura bilmir uyğun şəkildə. Və o zaman ancaq müəllim buna reaksiya verir. Və çox zaman bu reaksiyalar yaxşı olmur. Mən öz səhifəmə aldığım belə deyək də geri bildirimlərdən, mesajlardan bilirəm ki, çox zaman məktəblər autizmli, bilmir indi ağlar autizmli və necə, xüsusi uşaqlardan canını qurtarmağa çalışır. Valideyni məcbur edirlər ki, aparsın başqa yerə, yəni ki, təklif edirlər və yaxud. Amma başa düşmək lazımdır ki, yəni ki, əgər siz məktəb direktorusunuzsa və yaxud da müəllimsinizsə, yəni sizin işiniz orada fərqi yox. Yəni sizə gələndə heç kəs söz verməmişsiniz, ancaq belə deyək, çox sakit, təbiətli uşaqlarla işləyəcəksiniz. Yəni, mən demirəm ki, bütün müəllimlər xüsusi uşaqlarla işləmək üçün belə deyək də, hamısı hazır olmalıdır. İndi bu mümkün deyil, yəni ki, bu fantastik bir arzu olardı. Ancaq ən azından o uşaqlara kömək eləmək üçün müəyyən bir cəhd göstərə bilərsiniz ən azından. Yəni ki, çünki valideynlər çox, bu yaxınlarda mesaj almışdım, valideyn çox çarəsiz vəziyyətdə idi ki, məktəb mənə təzyiq verir ki, uşağı çıxardım və axır belə bir şey. Və bu kimi məsələlər doğrudandır. Yəni, o uşaqlar bunu seçmirlər. Əmir xanım, bir nöqtədən sonra mən sizdən razı deyiləm, nə istiqamətdə. Çünki bu hazırlıq dönəmi olmalıdır. Bütün məktəblərdə hazırlıq bir dönəmi olmalıdır. Necə? Məktəbə hazırlıq? Məktəb özünü hazırlamalıdır. Və bu artıq demək ki, hansısa direktor səviyyəsində artıq hazırlanmalıdır. Həmin məktəbə müraciətlər əsasında. Bir autizmli uşaq hansı məktəbdə dərs ala bilər? Məsələ buradan başlayır. Respublikada, yəni iri şəhərlərdə görə bilərik ki, məktəblərdə vəziyyət də acınacaqlı bir vəziyyətdədir. İnklüziv təhsil almaq, onu demək istəyirsiniz. İnklüziv təhsil də hansı şəkildə olmalıdır? Məsələn, bir sinifdə 30-40 nəfər olan uşaq da artıq rast gəlinir. Çox, yəni hansı bir keyfiyyətlə danışmaq olar bu 30-40 uşağın təhsil aldığı bir sinif otağında. Autizmli uşaq 12 nəfərlik bir qrupa daxil olmalıdır. Maksimum ən azından atipik inkişafa malik olan 3 uşaq orada olmalıdır və kölgə müəllimin nəzarəti altında olmalıdır. Bu, çünki valideyn düşünməli deyil ki, minimum mənim uşağım məktəbə gəlsin, orada sosiallaşıb gəlsin deyil. Mənim uşağım akademik bacarıq öyrənib gəlsin, fikrinə irəli sürməlidir. Çünki bu bir zaman sərfiyyatıdır. Və orada olan bir müəllim qrupunda olacaq autizm uşaq haqqı olacağına öncədən məlumatlı olmalıdır və o uşaqla hansı şəkildə danışmalıdır. O uşağın valideyni hansı şəkildə danışmalıdır. Və yaxud da bu diaqnoz barəsində digər valideynlərlə hansı şəkildə danışmalıdır istiqamətində təlimlər almalıdır və o direktor tərəfindən irəli verilməlidir. Dünya praktikasında artıq bu formada gedir. Çünki diaqnoza malik olan uşaqların alt qrupundan ibarət olan sinif otaqlarına artıq günümüzdə istifadə olunmur. Çünki məqsəd nədir? Uşaqları sosiallaşdırmaq. Və bu uşaqlar tipik uşaqlara baxaraq, onlardan rol model alaraq da müəyyən şeylər öyrənə bilir, sosiallaşa bilir. Və buna görə də bu kimi qarışıq sinif otaqlarından daha geniş istifadə olunur. Demək, mən bir şey göstərmək istəyirəm, bu düzdür şey deyil, ingiliscədir. Biz ingiliscədə bu yəni model tam olaraq o deyil, yəni onun müəllimlərin istifadə elədiyi. Mən məktəbdə olanda, oxuyanda, demək, orada belə bir məsələ var idi ki, orada bütün müəllimlərin, yəni onlarda autist uşaqlar məktəblərə gedirlər, ən çox deyək ki, cəlb olunur, hətta 70% ötüb belə deyək də. Onların hamısının belə deyək də, əşyası var idi. Haradakı onlar
uşaqlara göstərirdilər tutaq ki, qulaq as, otur və yaxud da ki, vərəqi çevir, ya bu kimi şeylər. Mən yayda araşdırma apardım inklüziv təhsillə bağlı bir neçə məktəblərdə, inklüziv məktəb hesab olunan məktəblərdə. Orada o uşaqların belə də yönləndirəcək heç bir cədvəl, heç bir şəkil görmədim. Və sinifdə də autist uşaqlar var idi. Yəni ki, o uşaqlar görəli daha yaxşı məlumatı mənimsəyirlər də, yəni ki, girs məktəb hazır olmalıdır. O inklüziv məktəbidir. Və inklüziv məktəbdə, yəni bunu demirəm heç olması, cədvəl məsəl üçün o məktəblərdə hamısı şəkilli cədvəllər. Divarlara qoyulmalıdır. Kitabı falan hər şeyi qoyuram kənara. Cədvəllər şəkillidir. Tutaq ki, indi yemək vaxtıdır, tutaq yemək işarəsi və ilaxır. Yəni o məktəblərdə şəkillə bağlı heç bir şey yox idi. Yəni ona görə olmalıdır biz bilirik, amma olurmu, varmı? Budur məsələ. Yəni o təlimlər, biz deyirik mütəxəssislər özləri çox vaxt deyək ki, bundan məlumatsızdır. Yəni müəllimlər necə bunu, düzdür, təlimlərə cəlb olunmuşdular, biz onu keçən il müzakirə elədik. Saat miqdarı çox məhdud idi, çünki bununla bağlı bir sıra ibtidai sinif müəllimləri bizə müraciət edir ki, bu istiqamətdə biz seminarlar və s. qoşulmaq istəyirik ki, bilgi alan, deyir ki, mənim qrupuma 6 yaşlı uşaq gələcək, mən autizm nə olduğunu bilmirəm, onlar necə danışmalıyım bilmirəm. Çünki sonra, əgər doğru informasiya, bir münasibət qurulmadığı halda, daha sonra burada problemlər çıxır, digər tipik uşaqların valideynləri qeyd edir ki, o uşaq çarpmaq lazımdır, çünki mənim uşağım aqressivliyi öyrənibdir. Məsələn, o müəllim artıq hazır olmalıdır ki, o sinifdə əgər 12, 15 və ya 20 uşaq varsa, hər uşaq bir-birinə gördüyü şeylər gedib evdə də tətbiq edəcək. Bu autizma və ya da digər diaqnoza baxmayacaq. Məsələn, o sözü deyə biləcək qədər müəllim hazırlanmalıdır, özlərində işləməlidir. Və bu direktor səviyyəsində əslində demək ki, bir tətbiq olunmalıdır. Və autizm uşaqların dəftər istifadə etdiyi kitab əslində tamamilə fərqli formada olur. Ağ fonda, ağ-qara fonda əslində qeyd olunur və ya da orada cümlələrdə fəsad müəyyən qədər xüsusi olmalıdır onların kitab dəftərləri. Yəni normalda bu istiqamətdə gedir dünya praktikasından danışsa, amma burada bu istiqamətdə hələ ki boşluqlar daha çoxdur. Mən öz təcrübəmdən deyə bilərəm ki, yəni ki, düzdür, burada Azərbaycanda buna bağlı təcrübəm yoxdur. Ancaq İngiltərədə orada vəziyyət belə idi ki, yüngül deyək ki, bunu praktika edənlər, onlar digər uşaqlarla bərabər eyni proqramı oxuyurdular. Sadəcə onların yanında, tutaq ki, mənim kimi kimsə köməkçi olurdu. Məsələn, mənim dedikləri ondan işləməyə, tapşırığı işləməyə, onu məsələn bilirsiniz, çox yayınan olurlar. Ondan məcbur olub əyləşib işləmək üçün. Yəni bir növ müəllimin bir köməkçisi olursun, o uşaqla işləyəcək ayrıca. Və eyni zamanda, bəli, onların bəziləri də xüsusi məktəblərdə oxuyur, sizin 12 nəfərlik, 10 nəfərlik qruplarda, bəli, onlar. Amma bizdə biraz vəziyyət başqadır. Xüsusi məktəblərlə məlumatım yoxdur, bu haqda bir şey deyə bilmərəm. Deməli, biz valideynlər haqqında biraz danışdıq. Mütəxəssis hazırlığı əslində istəyərdim ki, məsələn, bu sualı vermək, amma bilmirəm sizin bu nə qədər məlumatınız var mütəxəssis hazırlığına bağlı. Məsələn, yeni olan məqalələr, hər hansı bir kitablar görmüsünüzmü, Azərbaycanda tərcümə olunmuş? Yəni, sizcə mütəxəssislərin istifadə edə biləcəyi hansı resurslar var Azərbaycan dilində? Demək ki, bir şey nəzərə almaq lazımdır ki, bu istiqamətdə təhsil olan, məsələn, universitetlərin demək olar ki, daha çox dərin bilgilər və s. verilmir. Məsələn, terapiya, dərin müdaxilə proqramları və s. Və hər bir mütəxəssis öz şəxsi büdcəsindən şəxsi yatırım edir və bununla bağlı özü inkişaf etdirir. Əsasən də institutlar daha professional olan şəxslərə, daha xaricdən gəlmiş, əsasən də Türkiyədən gəlmiş mütəxəssislərə və s. onlardan öz hesabına özlərini inkişaf etdirirlər. Bu, hər hansı bir məktəbin, qurumun və yaxud da ki, hər hansı bir universitetin nəzdində olmur. Özlərinə yatırım edirlər. Və yaxud da ki, belə güvəndiyimiz hər hansı bir mənbə resursu yoxdur ki, o mənə tamamilə bu istiqamətdə bir mütəxəssis edəcək. Bu bir neçə təlimlərlə, bu artıq 100 saatlıq, neçəsə saatlıq təlimlərlə özlərini inkişaf etdirirlər, stajlara gedirlər, supervizorluq götürürlər və s. Daha sonra bu istiqamətdə gəlir. Şəxsi yatırımla əslində mütəxəssis ola bilirlər. Bəli. Elə eynən valideynlərdə də vəziyyət elədir. Düzdür, mən daha irəliyə gedərək təhsil aldım, distansda olsa, 2 uşaqla çətin də olsa bunu elədim, amma mən indiyə kimi sual verəndən sonra gözümün qarşısına gətirdim və mən bilmirəm, sayı itirmişəm, neçə mənbədən oxudum deyə. Və bəzən eyni məlumatı bir neçə mənbədən oxuyurdum.
Məsələn, aloterapiyada ruslar necə onu tətbiq edirlər? Çünki burada etnopsixoloji məsələlər çox rol oynayır. Bu gün burada stol arxasında psixoloq nəyisə tətbiq eləyə bilər, terapiya üsulunu tətbiq eləyə bilər, amma qapıdan çıxdıqda o ailənin mədəni quruluşu, iqtisadi, siyasi quruluşu, cəmiyyətin siyasi quruluşu və s. ona birbaşa təsir edir. Təbii ki. Çünki bir müdaxilə proqramı biz gəlib eyni ilə onu tətbiq etmək qeyri-mümkündür. Ekonomik səbəblər də doğrudur. Bizim mədəniyyət, kültürel səbəblər də buna təsir göstərir və onu eyni də tətbiq etmək qeyri-mümkündür. Biz çalışırıq oxşarını eləməyə, amma reform mütləqdir. Ona görə də ən yaxşısı valideynlər və yaxud da ki, mütəxəssislər eyni terapiyanı, əgər bir terapiyanı tamamilə mənimsəmək istəyirsə, bir neçə fərqli mühitlərin, məsələn, türklər tamamilə fərqlidir, Amerika, Rus, yəni bu üçü tamam dəqiqliyi ilə oxuyub, sonra bizim ailə quruluşuna uyğun onu reform edib, ən effektivi budur. Ən effektiv, çünki mən özüm təcrübədən bunu birə-bir yaşadım və həqiqətən bu çox effektiv olur. Burada bir məsələ var ki, sizdə dil bariyeri tutaq ki, yoxdur da, başqa mənbələrdən oxuya bilirsiniz, elə deyil. Dil bariyeri olan yoldaşlar məsələn, bunu mənim çox maraqlıdır. Dil bariyeri olan insanlar, tutaq ki, valideyn və yaxud da valideyn deyək ki, ümumi məlumat ala bilər. Amma mütəxəssis, əgər dil bariyeri varsa, mütəxəssis artıq dil rusca bilmirsə, ingiliscə bilmirsə, türkcə akademik, məsələn, mənə oxumaq çox çətindir. Bilmirsə, onu necə onu, deyək ki, yeni müdaxilə üsullarını və yaxud da ki, digər məsələləri necə öyrənəcək? Araşdırma edir. Bu istiqamətdə, məsələn, daxildə bir sıra artıq reabilitasiya mərkəzləri, özəl və sair psixoloji mərkəzlər var. Araşdırma edir. Təlimlər zaten açıqdır və mütəxəssislər artıq təlimlər də başlayır və modellərlə tanış olur, proqramlarla tanış olur və öz şəxsi hesabına bu istiqamətdə var. Mütəxəssislər doğrudan da mütəxəssisdir. Mütəxəssislər bu biraz sual altındadır. O sual altındadır. Tutaq ki, sahəyə təzə gələn adamlar bilmirlər, hətta valideyn olsun, tutaq ki, valideynlər üçün hər hansı təlimdə iştirak etmək istəyir. Ancaq nə qədər, yəni buna bir nəzarət varmı ki, o mütəxəssis, yəni ki, necə mütəxəssisdir? Həqiqətən də bu böyük bir sualdır, qlobal bir sualdır. Çünki biz özümüzlə mütəxəssislərlə ünsiyyət olanda, məsələn, fikir ayrılıqları daha çox olur. Filan kəs filan şey belə demişdi və bu istiqamətdə tətbiq olunur. Və yaxud da autizmli uşaqlardan belə bir danışam, cəzalar. Okey, burada qaldı. Cəzalar hansı formada, kim cəzanı tətbiq edir, hansı proqramda bu cəza var? Buna baxanda cəzaları biz belə tətbiq edirik, filan mərkəzdə belə olur. Axı cəza niyə tətbiq? Biz elə bir müdaxilə proqramı qurmalıyıq ki, uşaq buradan zərərli hər hansı bir şey götürməsin, travma və s. olmasın. Biz travmana, bizdəki mənfi davranışların daha da artırılmasına gedirsə, o müdaxilə proqramı sayılmır. Bu istiqamətdə olanda artıq suallar daha çox olur, şübhələr daha çoxdur, valideynlərin şübhələri lap çoxdur. Və bu istiqamətdə valideyn bir uşağını hər hansı bir reabilitasiya mərkəzinə götürəndə oradan bir video kameranın kodunu istəyir, nəzarət olmasını istəyir, müdaxilə etmək istəyir ona. Və yaxud da bir daha çox sual cavab edir mütəxəssisi, necə eləməliyəm və s. və laxır mütəxəssisə işarət edir, yön göstərir ki, yox belə deyil, çünki mən belə məlumatı oxumuşam. Bunlar əslində gətirib göstərir ki, mütəxəssis də özü də yaxşı inkişaf etmiş. Əslində biz bunu günahlandıra bilmərik, çünki Azərbaycanda hər hansı bir universitet nəzdində sırf bu istiqamətdə mütəxəssis yetişdirilmir. Ehtiyac var. Var, amma yetişdirilmir. Ehtiyac var və yetişdirilmir. Məsələn, Avstraliyada belə bir proqram keçirildi. Bir uşaq bağçasında qısa müddətlik təlimlə, bir neçə aylıq təlimlə sırf autizm üzrə işləyəcək bir mütəxəssis bununla yetişdirildi və çox gözəl nəticə alındı. Orada fondlar çox aktivdirlər. Mənim müəllimim özü Avstraliyada işləmişdi 20 il və o İngiltərə təcrübəsini bəyənmirdi. Həmişə bizə dərs deyirdi ki, ingilislər çox geri qalıblar bu sahədə və axır mən təsəvvür edirdim, ingilislər geri qalıblarsa, Azərbaycan hardadır, yəni ki, onu tapmağa çalışırdım özgədə. Həmişə müqayisələr istər-istəməz ikinci ölkədən olanda. Və bizə bir neçə doğrudan mənbələr vermişdi ki, məsələn, Avstraliyanın özünün bir proqramı var, Positive Partnership. Onlar autizm haqqında seriyalı təlimlər düşünürlər, yəni açıqdır. Hər kəs girib, dil bariyeri olmayan hər kəs girib o, deyək ki, mənbədən özü üçün
məlumatlar ala bilər. Hətta sonda sertifikat verirlər, əgər uğurlu olsan belə bir şey. Yəni bizə də belə bir onlayn tətbiqlər olsa, onlayn kurslar olsa, yəni düşünürəm ki, bu hökumət üçün çox çətin bir şey olmaz, yəni bunu yaratmaq nazir. Onlayn məlumatlar olsa ki, haradakı insanlar girib, maariflənib, belə deyək də, bu işlə məşğul ola biləcək və nəzarət də təbii ki olmalıdır. Yenə də bu hökumətin öhdəliyidir, yəni. Bəli, buna çünki sosial media üzrə və sair informasiyalar, bayaqların dediyim kimi, o qədər yanlış və doğru informasiyalar var və valideyn bilmir ki, hansına inan, nəyə tətbiq eləsin və s. Orada hər hansı bir senzura yoxdur. Məsələn, müxtəlif istiqamətlərdə, bu istiqamətdə, məsələn ki, yaxın günlərdə Cerebral dərs adlı bir platforma açıldı. Və o valideynlər içərisinə yükləmiş 51 videodan valideyn artıq uşağına hansı istiqamətdə yardım edə bilər. Çox gözəl bir material idi, dərs idi, videolar var, evdə tətbiq edə bilər. Bakıda olan bir valideyn və yaxud da ki, Qəbələnin və yaxud da ki, Balakənin hansı bir kəndindən böyümüş bir uşaq belə valideyn elə bunu tətbiq edə bilər. Bu istiqamətdə də məsələn açılmış belə video təlimlər olsa daha çox əlçatan olar və müsbət nəticə görmək olar. Mütəxəssislərin üzərindən çox iş düşür, yəni bununla bağlı. Deməli, effektiv hesab etdiyiniz müdaxilə proqramları haqqında istəyirəm məlumat verəsiniz. Yəni kimdən başlayaq? Mən bu haqda bir danışmaq istəyirəm, amma giriş etməzdən öncə qeyd etməliyəm ki, bu artıq mənim sözüm deyil. Bu Cenevra Universitetinin Psixiatriya və Fakültəsinin demək ki, nəzdində bir MOOC proqramı əsasında belə bir təlimlər başladılmışdı və əsasında da orada qeyd olunmuşdur ki, autism spektr pozuntusu üzrə bir sıra müdaxilə proqramları var. Amma bu demək deyil ki, bir müdaxilə proqramı bütün uşaqlar üçün müsbət təsir göstərə bilər. Və bir sıra, məsələn, ilk öncə yaranmış PACT, TEACH, STM, ABA proqramları var, Floortime'dır. Bu proqramlar bəzilərinə görə effektivdir, bəzilərinə görə effektiv deyil. Bu ölkələrə görə, mütəxəssislərə görə də tamamilə fərqlidir. Məsələn, Floortime, floor, yəni zəmin döşəmə, time zaman, yəni döşəmədə vaxtı zaman keçirməkdə əslində bu iki istiqamətdə aparılır. Birinci uşağı kliniki müşahidə, ikincisi də onlara yön göstərmək. Burada uşağın liderliyi əsasında olur və hər yaşa da tətbiq oluna bilir. Əsas müsbət tərəfi də nədir? Hər yerdə tətbiq edə bilərik. Xüsusi bir ortama ehtiyac yoxdur. Yəni bunun xüsusi bir döşəmə olsun, xüsusi bir xüsusiyyətə ehtiyacı yoxdur Floortime və müstəsna şəxs tərəfindən də bu tətbiq oluna bilər. Təbii ki, bu oyun terapiyası əsnasında olur. Və hətta duyğularını ifadə edə bilməyən bir şəxs belə, yetkin belə bir şəxs belə bu terapiyanın sonunda artıq asan formada ünsiyyət və münasibəti qura bilir, yəni keçə bilmişdir ünsiyyət və münasibətə. Məsələn, ABA davranış terapiyasıdır. Strukturlu bir terapiyologdur. Əsas məqsəd nədir? Pozitiv davranışların sayını artırmaq, negativ davranışların sayını azaltmaq və əsasən də bu həvəsləndirmə prinsiplərinə görə aparılır. Bu ölkədən ölkəyə aparma prinsipləri də tamamilə fərqlidir. Xüsusi bir ortama ehtiyacı var və bunun maddiyyatı yaratmaq, təşkil etmək, tətbiq etmək çox maddiyyatlı bir durumdur və Azərbaycanda bunun fəaliyyət göstərən Birgə və Sağlam İctimai Birliyi var ki, və çox, yəni Azərbaycana baxanda əslində bir yəni uğurlu bir nəticədir əslində onların fəaliyyəti. Bu istiqamətdə məsələn bölgələrdə var. ABA proqramı tətbiq elə, hansı səviyyədə tətbiq olunur, kimlər tərəfindən tətbiq olunur. Yəni o biraz sol altındadır əslində. Azərbaycana gələndə mənim ən sevdiyim STM proqramıdır. Erkən başlanğıc Denver proqramıdır. Hal-hazırda da özümdə bunun tərəfdarıyam. Hər bir proqramın pozitiv və neqativ avantaj və dezavantajı var. Burada da var dezavantajı. Avantaj nədir? Erkən müdaxilədir, erkən diaqnostikadır. 3 yaşdan öncə, məsələn, biz 9 aylıq uşaqdan başlayırıq və bu müdaxilə proqramı həyata keçirilməsində ailə mərkəzi olur, ailə də onun içərisində olur, ailə koçinqi həyata keçirilir. Təbii ortamda xüsusi bir ortama ehtiyacı yoxdur və bu mərkəzdə də ola bilər, klinikada da ola bilər, bağçada da ola bilər və yaxud da ki, bu demək ki, müdaxiləni eyni zamanda uşağın ailəsi, yəni uşağın evində də, yerləşdiyi evdə də təşkil etmək mümkündür. Fərdi, qrup, ailə demək ki, şəklində də həyata keçirmək mümkündür. Amma negativi nədir? Burada biraz yaş məhdudiyyəti var.
48 aylıq götürülür, amma bəzi məsələn ölkələrdə bu yaşı 5-6 yaşa qədər çəkiblər. Sadəcə müəyyən yaş aralığı var ki, bunu aparmaqdır. Və bu müdaxilə, SSM müdaxiləsi uşaqlarda əgər erkən başlanıbsa 3 yaşdan öncə başlanmalıdır. Erkən müdaxilə mütləq formada uşaqlarda alternativ inisiativ formalaşdırır, qavrama qabiliyyətini artırır, uşağı düşünməyə öyrədir. Əslində, bunun proqramı yaradıcısı Sally Rogers olub. Bunun 80-ci ildə bir versiyası var idi, Denver. 2010-cu ildə yeni bir versiyası keçirildi. Və test olundu ki, bir uşağa ABA terapiyası vasitəsilə bir bacarıq öyrənilir. Həmin mühitdə müəyyən bir, necə deyim, əşyanın və yaxud da ki, mühitin dəyişkənliyi uşaqda nəyəsə bu bacarığı tamamlamağa biraz əngəl törədir. Demək ki, o fikirləşir ki, uşaq bu hərəkəti düşünməmiş edir. Əslində biz uşaqda düşünərək hərəkət etməyi biz ilkin pilləcə və bəli aşılamalıyıq və bununla da və bu erkən başlanğıcda Denver modeli kimi ikinci versiyasını irəli sürür. Əslində sadəcə bunun dezavantajı da yaş məhdudiyyətinin olmasıdır. Məsələn, digər demək ki, müdaxilə proqramlarında da biz bunu qeyd edə bilərik ki, məsələn, TEACH proqramı nədir? Uşağın mühitə uyğunlaşması deyil, mühiti uşağa uyğunlaşdırmaqdır. Yəni bu istiqamətdə aparılır, görsəl, vizual olaraq demək ki, aparılır. Ümumiyyətlə, bir uşaqla müdaxilə proqramı quranda çalışmaq lazımdır ki, müxtəlif bu müdaxilə proqramlarına da toxunmaq lazımdır. Çünki məsələn, bizim istifadə etdiyimiz SSM proqramı da ABA-nın, PVT-nin üzərində qurulmuş bir proqramdır. Həvəsləndirmə prinsipi var. PVT pozitiv. Bəli, həvəsləndirmə bir də uşağın maraq dairəsini izləməkdir. Çünki mən uşağın maraq dairəsini bilməsəm, məqsəd nədir? Amma ümumi olanda hansı müdaxilə tipi olmalıdır əslində? Güvən, yəni münasibətin qurulması, ilişkinin qurulması, uşağın dünyasına daxil olmaq, uşağın dünyasından zənginləşdirməkdir məqsədimiz. Bu da yenə də biz erkən müdaxilə dedikdə yaş məhdudiyyətinin olması irəli sürmək lazımdır ki, 3 yaşdan öncə mütləq şəkildə olmalıdır. Bir də intensivliyi, həftədə 20-40 saat. Təəssüflər olsa ki, biz 3 saat, 5 saatla, maksimum 5 saatla yekunlaşdırırıq, amma 20-40 saat demək ki, öz effektivliyini göstərə bilir. Buradan elə sizin dediklərinizin davamı kimi valideynlərə EBA proqramı ilə bağlı o çox baha başa gəlməsi, maddi vəsait tələb eləməsi və s. Və sonunda uşaq öyrəndiyi qabiliyyəti, öyrəndiyi hər hansı bir hərəkəti sırf o mühitlə assosiasiya elədiyi üçün o avtomatikləşmir də. Elə bil orada biraz keçid yaşanır, problem yaşanır. Amma o yüngül kateqoriya, orta və ya yüngül kateqoriyaya aid olan autizmli uşaqların valideynlərinə bir ipucuları vermək istəyirəm ki, bu həvəsləndirici prinsiplərlə, yəni EBA terapiyasının elementlərindən istifadə edərək, təbii ki, reabilitasiya öz yerində, mütəxəssisə müraciət öz yerində, bu başlı-başına olan bir iş deyil. Amma evdə öyrənilənlərin avtomatikləşməsi və yaxud da ki, sadəcə valideyn uşağı müşahidə edir, uşağa başqa bacarıqlar vermək istəyir, özünə baxımdır, ünsiyyətdir, kontaktdır, emosional kontakt olsun. Bunun üzərində daha çox işləmək istəyirsə valideyn, elə düşünməsin ki, EBA proqramını, terapiyasını təxmini bilirəm, amma imkanım yoxdur, həmin şəraiti evimdə qurum. O şəraiti qurandan sonra assosiasiya yaranır, problem yaranır. Ən yaxşısı o olar ki, əlinizdə olanlarla, həvəsləndirici prinsiplərlə evdə ipucuları ilə başlayasınız. Evdə bunu, məsələn, tutaq ki, psixoloq reabilitasiyaya gedirsiniz, psixoloq seansda uşağın hövsələ müddətinin artırılması və yaxud da gözləmə müddəti. Ən sadə bir misalı göstərim ki, gözləmə bacarığı inkişaf elətdirilir. Amma oradan çıxdınız, uşaq bilirsiniz ki, hansısa dükkanın qanı, bütün uşaqlarda yaşanan bir şeydir o. Hansısa dükkanın önündən keçəndə onun həmişə aldırdığı bir şey var. Yəni, orada onu tətbiq eləyə bilərsiniz. Bir dəfə prizlə, bu dəfə gözlə və həvəsləndirici hər hansı bir şeylə uşağınızı ələ ala bilərsiniz. Yəni, bu da o EBA-nin bir elementidir. Valideynlər əslində elə bilirlər ki, bu əlahidədir, amma elə həyatın içindəndir. Buradan başlayaraq o kiçik toxunuşlar, o kiçik addımlar uşağın terapiyasına o qədər qurucu kömək edir ki.
Yəni biz bir il sonra çevrilib arxaya baxdıqda görürük ki, uşağın gözlənmə müddətini nə qədər uzatmışıq, hövsələsini nə qədər uzatmışıq. Yəni buna görə ruhdan düşməsin valideynlər. Mütləq bu müdaxilələri, bacardığı bütün müdaxilələri eləsinlər. Bir də bizim həyatımızda geri dönüş yaratan bir nə olub, bayaq maraq dairəsi dediniz. Övladımla bağlı yəni bütün sulara əl atmışdım, onun dünyasına girə bilmirdim və bir dəfə həyət evindəydik, o yaz vaxtı küncdən çıxan qarışqalar olur, qaynayırlar yaz vaxtı və baxdım ki, o oradan gözünü çəkmir. Bir neçə dəfə fikrim çatdı ki, gözünü çəkmir, onlara diqqətlə baxır və biz parka gedəndə də o uşaqlardan aralanırdı və bir şeyə diqqətlə baxırdı həmişə və lupa aldım, verdim əlinə. Daha diqqətlə bax, daha yaxından bax, daha maraqla bax. Və o lupanı əlinə verəndə mən onun dünyasını ilk kontaktımız, emosional kontakt, gözlər parıldayıb mənə baxırdı və ilk emosional kontaktımız onda yarandı. Şərt deyil danışsın, ay anam sevindim, yəni bunları deməsi şərt deyil, amma o emosional kontaktın yaranması bir başlanğıc idi və orada artıq başa düşdüm ki, mən maraq dairəsinə girim, onun o ipuçları tutmaqdan başqa mənim yolum yoxdur. Bəli, mən bura bir əlavə etmək istəyirəm şəxsi təcrübəni. Uşağın maraq dairəsini tutmaq üçün kliniki bir müşahidə eləmək lazımdır ki, çünki bizə gəlir valideyn məsəl üçün deyir ki, bizim maraq dairəsini soruşur, deyir ki, heç bir şeyə boş-boş oturur, divara baxmaq məsəl üçün. Amma görürük ki, bunun hər hansı bir maraq dairəsi var. Aylarla başını çevirib təkərini fırlatmışlığımız olur. Aylarla nə bilim saplarla oynamaqdır, klublardır, plastik demək əşyalar da onlarla başlayır. Eyni davranışı etməyinə, eyni səsləri çıxartmağa. Çünki özlərini stimullaşdırmaq üçün müəyyən qədər səslər çıxardırlar və qeyd olunur ki, yox, bu səsi tutub dayazdırmaq lazımdır və ya da təkrarlı davranış eləyəndə qollarını tutmaq lazımdır. Biz bunun qollarını tutmuruq. Eyni hərəkətləri biz etməklə diqqətimizi yəni biz aylarla bunu, həftələrlə uzun müddət bunu edirik, amma sonunda müəyyən qədər nəticə ala bilirik əslində. Yəni heç bir şeyə məcbur eləmədən o qəbul. Çünki mütəxəssislər terapiya otağına girəndə bir şeyə əslində düşünürlər ki, mən uşağa nəsə öyrədəcəm. Əgər bir mütəxəssis bu fikirlə gedirsə, o heç bir şey öyrədə bilməyəcək. Mən autism uşaqdan nə öyrənməliyəm adına getmək lazımdır ki, mən bugün nə öyrənəcəm əslində. Çünki biz deyə bilmirik ki, məsələn, bu proqram bu şəkildə həyata keçirilməlidir. Belə bir şey yoxdur. Elə bir strukturlu bir proqramı biz tətbiq edə bilmirik. Çünki hər uşaqda bayaqlarını qeyd etdiyimiz kimi barmaq izi kimidir, hamısında tamamilə fərqlidir. Gedirik birində bu şəkildə aparırıq terapiyanı, digərində başqa şəkildə aparırıq. Amma bu terapiyanın hamısı demək olar ki, oyun fonunda aparılır, oyun bazasında aparılır. Əslində çox belə diqqətlə baxın, məsəl üçün çoxunda rastlanan, hamısında yox, yəni ümumiləşdirməyin, çoxunda rastlanan əşyanı atmaq var ki, bəzən qeyri-ixtiyari, bəzən bilərəkdən əşyanı atırlar. Bizdə bu problem çox ciddidir, yəni əşyanın necəliyindən asılı olmayaraq və evdə körpə varmı, yoxmu, onu nəzərə almadan əşyanı atırdı. Burada əşyaya qadağa qoydum və sadəcə topa icazə verirdim. Nəyəsə atmaq istəyəndə tuturdum, topu verirdim əlinə, topu atmağa icazə var idi. Sonra topu da qısıtladım, topu ara gəldi, ata bilməsin. Yəni yavaş-yavaş, necə o LBA-də mərhələ-mərhələ gedir, yavaş-yavaş daraldılır alanı. Birinci topu atanda da o sevinir ki, topu nə yaxşı, hara gəldi, ata bilirəm. Əşyadan topa keçdikdən sonra indi topun da məsafəsi azalır. Və yaxud da ki, divarı yazmaqdır. Divarı yaza bilər, amma hər yeri yox. Məsələn, çərçivə çəkmişdim, skoç yapışdırmışdım, yapışqan ki, sən ancaq bura yaza bilərsən. Bura nə qədər istəyirsən yaz, amma başqa yerə yox. Və o ilə biz kompromisə gedə-gedə, təbii ki, bu bütün kateqoriyaya aid deyil, ümumiləşdirmirəm, paralel olaraq reabilitasiya mütəxəssis dəstəyi çox vacibdir, bunu altını xətt çəkərək vurğulayıram, yəni öz başına, çünki yol çox uzanır. Məsələn, mənim oğlumun 11 yaşı bitəcək, 10 il əvvəl indiki kimi deyil idi. Düzdür, indi də yenə də mütəxəssis kəsadlığı var, indi də məlumatın azlığı var. Amma 10 il əvvəl bundan da çox zəif idi. Çox zəif idi. Hal-hazırda bugün valideynlərin güvənə biləcəyi elə mütəxəssislər var ki, biz bir yerə düşəndə müzakirə edirik ki, 10 il əvvəl belə deyil idi. Onlar özləri də bunu etiraf edirlər. Tanınmış loqopedlər və yaxud da psixiatrlar. Yəni elə o vaxtı uşağımla müraciət eləyəndə tamamilə başqa fikirlər söyləmişdi. İndi özləri onu təksib edir ki, xeyr, bu doğrudur, yanaşma deyil və s.
Bu gün etibar olunacaq yenə də var. Yəni mütəxəssislər var. 10 il əvvəlki kimi deyil. Ona görə də öz başına başlayıb yolu uzatmaq olmaz. Nə qədər ətrafdan kömək almaq, nə qədər fərqli insanlardan fikir alınsa bir o qədər yaxşıdır. Dəstək mütləqdir. Bir də valideynə bayaq bir də mən mütləq demək istəyirəm. Maneə dəstək və maneə ürəyimdə qaldığı üçün. Buyurun, qalmasın. Əgər o reaksiya modellərini dedim ki, gəlib çıxan reaksiya modeli də istər mərhələ olsun, istər şəxsi strukturlaşma olsun və yaxud da ki, daimi kədər reaksiya modeli. Burada cütlüklər həmişə eyni vaxtda qərar vermirlər və reallıqla danışıq da, analar tək qalır. Yəni 80% analar, qalan 20% çox daha haqqına girməyib, amma 80-90% rast gəlir ki, analar tək qalır. Ayrılma halları var, amma həmişə ayrılmasalar da ailənin içində fikir ayrılığı olur. Və bu nöqtədə analara mütləq psixoloji dəstək lazımdır. Çünki həqiqətən enerji tükənir. Enerji tükənir və ana əgər bir yerdən özünü enerji depolamasa, ana əgər özünü digər streslərdən izolyasiya edə bilməsə, sonra övladına da kömək edə bilmir. Və problem ikiyə qatlanır. Qarşı tərəf, hansı ki, ata və yaxud da ki, digər ailə üzvləri, uşaqla yaxın təmasda olan ailə üzvləri, uşağı qəbullanmayan ailə üzvləri başlayırlar haqlı çıxmağa. Ki, gördün, biz haqlıydıq. Çünki ana gərginləşib və uşağına heç nə verə bilmir, uşağın problemi daha qaynayır və o gərgin mühitdə problem daha çox gözə çarpır. Uşağı qəbullanmayan tərəflər başlayırlar ki, səsləri daha yüksək çıxır və ana o zaman daha pis vəziyyətə düşür. Ona görə də həmişə analar özlərinə psixoloq dəstəyi almağı heç vaxt ertələməməlidirlər. Mütləq uşaqla paralel, hətta uşaqdan əvvəl özlərini depolamalıdırlar. Çünki diaqnoz uşağın diaqnozu deyil əslində. Diaqnoz birbaşa ailənin diaqnozudur. Təkcə diaqnoz uşağın həyat keyfiyyətini aşağı salmır, birbaşa ailənin həyat keyfiyyətini aşağı salır. Çünki istənməyən bir durumdur, bir fərqlilikdir. Bu təkcə uşağın fərqliliyi olmayacaq, bu ailənin bir fərqliliyi olacaq. Hansı spektrdən getmək, çünki çaxlaşma içərisindədir. Çünki diaqnoz qəbul olunandan sonra ana neyini gedir, əsasən Azərbaycanda bu istiqamətdədir. Dünyada ana ata bir anadır. Gedir diaqnoz yazır Google-dan, Google edir, axtarış edir, doğru və yanlış informasiyanı, valideyn axtarır, təcrübə axtarır, axtarışın içərisindədir. Bu dönəmdə müdaxilə olunan zamanı, bu əslində reabilitasiya mərkəzlərində və s. burada artıq ailə koçluğu işə keçməlidir. Coaching aparılmalıdır əslində. Günümüzdə autizm istiqamətində bir sıra demək ki, terapiya yönləri də var. Heyvan terapiyadır, su terapiyasıdır, hidroterapiya kimi və s. sənət terapiyasıdır, ergoterapiya, duyu bütünləmə terapiyaları və s. Buna bir toxunmaq lazımdır ki, autizm spektr pozuntusu mənbəyi bilinmir, müalicəsi yoxdur, dərmanı yoxdur və protokolla təsdiqini tapmış təlim tədrisdir. Bu da müdaxilə proqramları əsasında bu şəkildə aparılır. Uşağın həyat keyfiyyətinin artırılması istiqamətində bacarıq və vərdiş verməkdir. Öz baxım bacarıqlarından sosiallaşması üzrə. Digər qalan heyvan terapiyasıdır və yaxud da ki, sənət terapiyasıdır və uşağa düzdür, bilgi verir, kömək edir. Ancaq bu uşağa az öncə saydığım uşaq inkişafına, o 5 hissəsinə təsir göstərəcək səviyyədə olmur. Heyvan terapiyası bu şəkildə olmur. Məsələn, valideyn günümüzdə də var ki, mən atlar aparacaq, heyvan terapiyasına və s. delfinlərlə terapiya və s. Bu uşağa öz baxım bacarıqlarının qazanılması üçün kömək edir. Duysal açıdan kömək edir, amma istiqamətli kömək edə bilmir. Və duyu bütünləmə terapiyası, ergoterapiyanın bir qolu spektr pozuntusunda duysal həssasiyyət özünü göstərir və duyu bütünləmə terapiyası öz köməyini göstərir. Çox gözəl. Amma bir ASP'li uşağa ergoterapiya tam formada kömək edir. Dəstək üçün mütləq şəkildə əlavə bir yanaşması olmalıdır. Təlim tədris istiqamətində mütləq şəkildə olmalıdır. Daha sonra günümüzdə bir sıra dezinformasiyalar var, bir sıra instrumental müdaxilə və s. günümüzdə aktuallığını qoruyub saxlayır, neurofeedbacklər və s. və ilaxır. Bu protokolun təsdiqini tapmayıb. Hər hansı bir testdən aparılır ki, nəticəsi yoxdur. Müəyyən istiqaməti var. Məsələn, diqqət əksikliyi, hiperaktivlik.
test aparılmaq üzrədir, müəyyən qədər effekti var. Ancaq bu şəkildə bir protokola yazılmır ki, mütləq şəkildə aparılmalıdır və s. Bağırsaq müalicələri. Azərbaycanda demək olar ki, hər autizm uşağı olan valideyn bir apardığı bir müalicədir. Əgər uşağın intoleransı varsa, kazeina, laktozaya və yaxud da allergiyası, dözümsüzlük, eyni zamandakı allergiyası varsa, bu zaten istənilən şəxsi narahat edəcək. Həyat keyfiyyətim arta bilər, amma autizmə xas olan simptomlar silinməyəcək. Bu autizmi demək ki, xilas edən bir müalicə terapiyası deyil. Demək olar ki, axımlar var. Bu istiqamətdə bağırsaq terapiyalardır və s. Sonra kök hüceyrə tədavüsünə gələndə, bu Azərbaycanda yoxdur. Bu müəyyən formada təsir göstərə bilər müəyyən diaqnozlara. Amma bu da protokolla təsirini tapmayıb. İstədim ki, bu haşiyədə toxunum. Çox yaxşı oldu toxunduğunuz, çünki tədqiqata əsaslanmayan müdaxilələr var, hansı ki məşğullaşmağa başlayır. Bunlar ciddi, yəni təhlükə olmalıdır. Elə mütəxəssislərin üzərinə düşür ki, belə veririk, bu haqda məlumat versinlər mütəmadi olaraq. Yəni valideynləri və digərlərini bunun barədə maarifləndirsinlər. Əslində mən vermək istədiyim suallar demək bircə o qaldı ki, zaten biz müzakirə eləyəndə istəyirik ki, onu həll yollarına yönələk, daha belə pozitiv notlarla bitirək məsələləri. Biz əslində bir vermədiyim sual qaldı ki, Azərbaycanda, daha doğrusu autizm ailədə və cəmiyyətdə necə təcrübə olunur, bunu demək olar ki, müzakirə elədik. Valideynlərin bu vəziyyəti daha tez qəbul etməsi, prosesi daha yaxşı idarə edilməsi üçün hansı məsləhətlər verə bilərsiniz? Tutaq ki, 1, 2, 3 tutaq ki, bunu eləsinlər, daha tez, daha yaxşı olar belə bir şeylər. Birinci, mütəxəssis tərəfdən qeyd etmək istəyirdim ki, ümumiyyətlə, bu istiqamətdə utanmamalıdır birinci olaraq. Çünki bu bir növdə, əgər təsəvvür edin ki, psixoloji çətinliyi olan bir valideynin bu diaqnozla qarşılaşması əslində vəziyyəti daha da ağırlaşdırır. Birinci, əslində xəstəlik deyil, müdafiəyə qalxmaq lazımdır, dünyaya uşağın gözü ilə baxmaq lazımdır. Təkcə autizm deyil, digər diaqnozlar var ki, bir-birinə oxşardılar və s. və ilaxır. Uşağın gözü ilə baxmaq lazımdır dünyaya və utanmamaq lazımdır. Bildirməkdən, maarifli olmaqdan bitməmək lazımdır. Ən əsası, səbirli olub bir bu enerjini qoyub saxlamaq üçün bütün mənbələri əl atmaq lazımdır. Yəni, düzdür, bu istiqamətə yardım edən mərkəzlər də var və s. sayı düzdür, minimaldır. Yardım istəməkdən və yaxud da ki, bir də aktiv olmaqları daha önəmlidir. Bu məsələ bizim təcrübələrimizdə ən çox bizə çətinlik törədən məsələlərdən biri budur ki, valideyn o proseduranın içərisində daxil olmaq istəmir. Qıraqdan şahid izləyici formasına keçmək bu müəyyən bir qism valideyndir. Başa düşürəm, çətindir və ilaxır. Amma evdə nəyəsə çirkli olması, dağınıq olması, bəli, bu düzəni qorumaq lazımdır. Bu başqa diaqnoz olub olmayan bir uşaqla o baxmır, diaqnoza baxmır. Sadəcə özləri dünyaya artıq uşağın gözü ilə baxmaq lazımdır. Bu bir məsuliyyətdir. Çünki nə qədər yatırım eləsə, gələcəkdə o yatırımın faydalarını görə biləcək əslində. O yatırımı öncədən, zaman itirmədən aparmaq lazımdır. Amma gündəlik olaraq biz görürük ki, valideyn yox, mən yorğunam, mənim digər uşaqlarım var və s. və baxır. Hətta biz həmin evdə əlavə bir ikinci, üçüncü uşaqlı olan ailələrə daxil olsaq, həmin ikinci, üçüncü uşaqlara psixoloji bir dəstəyə də ehtiyacları olur. Ona görə də onlar da mütləq şəkildə çəkinmədən bir psixoloqa, uşaq psixoloquna yönləndirmək də lazımdır ki, onlara da bir dəstək etmək üçün. Birinci, onu mütləq də izolyasiya var, ananın özünü izolyasiya, stressdən izolyasiyası ki, yola daha güclü davam eləsin, bu mütləq bir mütəxəssisə müraciət eləmək. Bir də ki, uşağın yaş dövrlərinə uyğun reabilitasiyanı tamamladıqdan sonra məktəbə müraciətdir və inklüziv təhsilə müraciət. Ümumiyyətlə, İnklüziv təhsil dedikdə mən keçən dəfə də müzakirədə onu qeyd elədim ki, inklüziv təhsil haqqında maariflənməyə ən çox ehtiyac olan ailələr elə xüsusi övladı sahib ailələrin özləridir. Bəzən gözlənti çox yüksək olur. Mən o park məhəllə misalını təhsilə də çəkmək istəyirəm, çünki tam üst-üstə düşür. Xüsusi övladı olan valideyn təhsilə bir gözücü nəzər salmalıdır ki, burada problem sadəcə autizmli uşaq üçün müəssər olmama problemi deyil. Məsələn, bayaq müdaxilə etmək istəmədim ki, valideynlər etiraz edirlər ki, uşaqlar onlardan təkrarlı. Uşaqlar təkrarlanmır.
müəllim elə deyir. Nə baş verir sinifdə? Yəni bunu bir yaşamışıq təcrübədə. Məsələn, uşaq pilləkənləri düşə bilməyən uşaqda ayaq yolu bir mərtəbə aşağıdadır. Valideynlər deyirlər ki, uşağa kömək eləmək lazım. Uşağın adı Əhməddir. Orta ad götürürəm, Əhməddir. Və digər orta statistik şagirdlər sevmədikləri fəndə növbəyə salıblar. Uşaqların nəyinə baxın, fürsətçiliyinə baxın burada. Onun hərəkətləri təkrarlanmır. Uşaqda yetərincə hiperimpulsivlikdir və yetərincə qeyri-ixtiyari hərəkətlər eləyir. Onu təkrarlayan yoxdur, hətta başa düşürlər, onu çox alır və onun elədiyi hərəkətlər uşaqların dərsdən yayındırmır. Artıq öyrəşirlər. Amma onun ayaq yolu istəyini tətikləyirlər. Əl altdan tətikləyirlər ki, hər kəs özü sevmədiyi fəndə onu ayaq yoluna aparsın. Baxın, belə bir şey var. Burada deməli kimə ehtiyac var? Kölgə müəllimə və yaxud da ki, başqa bir köməkçiyə ehtiyac var ki, o uşaqlar sinifdən çıxa bilməsin. Yaxşı, indi gəlin sualı belə qoyaq. Uşaqlar niyə sinifdən çıxmaq istəyir? Tamam, hər kəs bütün fənləri sevməyə məcbur deyil. Amma uşaqların hərəkətə ehtiyacı var. Autizmli uşağın da hərəkətə ehtiyacı var. Bugün 2 uşaqdan birinə özünüz də bilərsiniz ki, yeri düşdü düşməli hiperaktivlik qoyulur, diaqnozu qoyulur. Amma onların hamısı hiperaktiv demək yox. Çünki çoxusu həqiqi diaqnoz hiperaktivlik deyil. Çoxusu fiziki hərəkət acılığı yaşayır. Bu uşaqların sinif yoldaşları da həmçinin fiziki hərəkət acılığı yaşayır. Bugün məktəblərə nəzər salınsa həyət yoxdur. Uşaqların oyun alanı yoxdur. Böyük tənəffüs yoxdur. Böyük tənəffüs varsa da oyun alanı yoxdur. Uşaqların o həyata buraxılmır. Enerjisini çıxaracaq bir yeri yoxdur və o fiziki hərəkət aclığını uşaq belə bu yollarla ödəməyə çalışır. Yəni problem burada tutaq ki, yaxşı oldu, məsələn, elə uşaq var ki, mən rastlaşmamışam düzü, valideynlərin bəhanəsi kimi, araşdırandan sonra görmüşük ki, valideynlərin bəhanəsi kimidir, bu üzə çıxıb. Uşaq tutaq ki, təkrarlayırsa, bu sabahki gündə başqa davranışda təkrarlayacaq. Onda o uşağın özünün terapiyaya deməli ehtiyacı var. Bəli, uşağın təkrarlaması çox normaldır burada. Yəni bir uşaq tipikdir, atipikdir, fərqi yoxdur. Bir uşağın gördüyü şeyi təkrarlaması çox normaldır və o autizm uşağın davranışına götürüb təkrarlaya bilər və tipik inkişafa malik olan bir uşağı başqa davranışına götürüb təkrarlaya edə bilər. Çünki bir uşaq ətrafında olan hər şəxsi rol model olaraq götürür. Bu bir bəhanəyə çevrilməməlidir. Bunu orta statistik uşağın valideyninə də izah olunmalıdır dəqiqliyinə ki, problem burada autizmli uşaq deyil, sənin uşağın sadəcə... O da qrupun müəlliminin vəzifəsinə daxildir ki, müəllim öz üzərində o qədər işləyib, səviyyəyə çatmalıdır ki, o artıq autizmli uşağın valideyninə hansı dildə danışmaq lazımdır və ya da tipik inkişafa malik olan uşaqların valideyninə hansı şəkildə danışmaq lazımdır. Digər tərəfdən də inklüziv təhsil dedikdə müəllimlər həmişə düşünür ki, onların yükü daha ağırlaşır. Bayaq çox yaxşı vurğuladınız ki, məktəb özü hazır olmalı. Bunu çox gözəl vurğuladınız ki, məktəbdə 40, məsəl üçün, mənim qızımın sinifində 38 uşaq var və 2 dənə də fərqli uşaq var. Müəllim həqiqətən çatdıra bilmir. Həqiqətən müəllim çatdıra bilmir və biz artıq müəllimi başa düşməyə başlamışıq ki, yəni həqiqətən çətindir. Orada yəni ki, başa düşüləsidir. O 40 uşaqla ikisi də deyək ki, fərqli uşaq və çox çətindir. Gradasiyaya baxanda bir qrupda maksimum 20 uşaq olmalıdır. Tipik uşaqlardan gedir. 20-30 qoyulur bu norma, 20-30 arasında olmalıdır. Amma bizdə normadan çox 40 neçə uşaq olan siniflər də bilirəm. Bəli, 40-dan yuxarı da var hətta. Yəni belə orada biz hansı bir təhsilin keyfiyyətindən danışa bilmirik. Və bu istiqamətdə valideyn nə düşünür? Akademik bacarığı olmasa, amma sadəcə bir sosiallaşa bilsin, adaptasiya ola bilsin. Əgər uşaq həmin məktəbə gedirsə, orada nə isə öyrənib gəlməlidir. Çünki o müəyyən qədər zaman və vaxt enerji sərf edir. Bəli, günün yarısını ən azından itirirlər. Okay. Sözünüz var idi. İrəliləyən dəqiqələrdə bəlkə dedim, bu fikri biraz... Demək, hansı fikri çəkin? Lokomotiv yazmışam, ora açarsınız. Siz deyin fikrinizi. Bu, mən xüsusi övlada sahib, xüsusi övlad valideyni olduğum üçün bu fikri daha rahat səsləndirirəm. Yəni, mütəxəssislər bu sözü deməkdən biraz çəkinirlər və yaxud da ki, müəllim olsun, kim olsun, bu sözü deməkdən çəkinir. Autizmin tamam, mənim övladım yüngül kateqoriyaya aiddir, amma ağır və ya orta kateqoriyaya aid olan valideynlərin elədiyi
Yanlış da deməyim, bu biraz mənim özümdən razılıq kimi çıxar. Sadəcə fərqindəlik demək istəyirəm. Orada bir fərqindəlik qazandırmaq istəyirəm. Biz tipik Azərbaycanlı ailəsində 2-3 uşaq olur, təbii ki, 2-3 övlad olur və bunlardan ən çox enerji, maddi yatırım, bugün ailənin bütün resursları fərqli övlada yatırılır. Burada biraz strategiya önəmlidir. Məsələn, bugün biz olanımızı bu uşağa qoyuruq və gələcəkdə bundan nə götürəcəyik? Düzdür, amansız səslənir. Amma bunu mütləq vurğulamalıyam. Niyə? Çünki biz dünyadan köçdükdən sonra, ana-ata dünyadan köçdükdən sonra onun qayğısına kim qalacaq? Digər qardaş bacı, düzdürmü? Və biz digər qardaş bacının gələcəkdəki iqtisadi vəziyyətini yüngülləşdirəcək bir şeylər, yatırımlar eləməliyik ki, o digər qardaşına, xüsusi qayğıya ehtiyacı olan qardaşına və ya bacısına baxa bilsin. Yəni onun qayğısına qala bilsin, düzdürmü? Bugün o balans aşırı dərəcədə pozulub ailələrdə. Tamam yazığımız mı gəlir, aşırı mərhəmət mi göstəririk? Başa düşüləndir bu. Amma burada biraz bu balansı qorumaq lazımdır ki, digər uşağın məsələn xüsusi bacarığı var, valideyn bütün ailənin gəliri tamamilə gedir reabilitasiyaya. Adicə rəsm kursuna gedə bilməyən necə gözəl bacarıqlı autizmli uşağın bacısı və ya qardaşı var. Valideyn ona heç cür maddi vəsait çıxışdıra bilmir. Tamam, cəmiyyətin də gətirdiyi şeylər var burada, ailəni, uşaq mərkəzli mühit deyilik, uşaqlara qayğı azdır, uşaq pulu burada rol oynayır və s. və s. Təhsildə zəiflik, təhsilin sisteminin şagirdlərə daha az akademik bilgi verməsi, bacarıqlarının dəstəklənməməsi, qabiliyyətlərin dəstəklənməməsi, bunlar var, o qazdan var. Amma nəticədə bizim uşağımızla biz baş-başa qalırıq, düzdürmü? Yəni bu bəlkə də bilmirəm 10 ilə bəlkə də ölkədə bu problem həll olunacaq və ya 50 ilə həll olunacaq. Amma biz kiçik şeydən uşağımızı kimə tapşıracağıqsa, digər övladımıza tapşıracaqsa, onun gələcək qayğılarını bacardığımız qədər azaltmağa çalışmalıyıq. Biz artıq ailə koçinglərində artıq biz informasiyanı ötürürük valideynə, deməli kömək istəyirəm və s. Uşağın yaşından artıq bir yükləmə qoyulur, tələb qoyulur və vaxtilə o uşaq nə edir? Nasıl yəni münasibətini pozur əslində. Qardaşı ilə münasibətini pozması ilə nəticələnir. Cəmiyyət içərisində mənim belə bacım var, mənim belə bir qardaşım var deməkdən utanır. Utanma ilə nəticələnə bilər. Yox, mənə yatırım eləmədiniz və s. ailə ilə güvən bağını əslində qırması ilə nəticələnə bilir. Toksik bir münasibət özünü göstərə bilir. Və buna görə də reabilitasiya işlərində təkcə biz uşağa fokuslanmalı deyilik, eyni zamanda ailə və digər bacı qardaşlarda fokuslanmalıyıq. Burada mən bircə sualım qaldı. Valideynlərin, mütəxəssislərin özlərini inkişaf etdirməsi üçün hansı mənbələri tövsiyə edə bilərsiniz? O da biz məncə gedişatda danışdıq deyəsən bu haqda. Əlavələriniz varsa bu haqda deyə bilərsiniz. Əlavələri bu yalnız bildiyimiz mənbələr əslində Autism Speaks, bu yenə də ingilis dilli bir mənbədir. Azərbaycan dilindən xas olan hər hansı bir mənbə deyə bilmərik. Hər hansı bir necə deyim, bizim Autism erkən müdaxilə adı altında apardığımız belə informativ belə bir səhifəmiz var Instagram və Facebookda. Bilmirəm hansı dərəcədə yetərli ola bilər, əlimizdən gələni qədər çalışa bilir. Amma Azərbaycan dilində hər hansı bir belə bir mənbə, arxiv təsvirlər olsa ki, biz onu konkret formada qeyd eləməyə bilməyəcəm. Burada ya ən faydalı resursların Azərbaycan dilinə tərcümə olunması bir an öncə həyata keçirilməlidir, başlanmalıdır. Başlanmırsa da ya da ki mənim kimi dil bariyerim var idi, dil bariyerim aşdım. Yəni 2 il gözlədim ki, 2 il müddətində bu dili öyrənim, rus dilini, sonra ingilis dilini ki bu dil bariyerlərini yavaş-yavaş aşdım. Bu da o qədər də belə deyək, hamı üçün əlçatan deyil. Əlçatan deyil. Amma demək ki, bir nöqtəyə də toxunmaq lazımdır ki, Azərbaycan biraz çox dilliliyə biraz meyillidir. Müəyyən qism türk dilini, müəyyən qism rus dilini bilir. Ona görə də o dil bariyerinin
qısa bir müddətdə aça bilir. Gənclərimiz demək olar ki, əksəriyyəti ingilis dilinə hakimdirlər və s. evdə digər olan uşaqlar və s. Ona görə də dil bariyeri o qədər də düzdür problemdir, amma düşündüyümüz qədər də problem deyil. Və buna görə də xarici mənbələrdən daha çox informasiya əldə etmək olur. Google Translate-dan və s. bu istiqamətlərdə sadəcə insan nə qədər aktivdir, nə qədər öyrənməyə meyliyən. Bu əslində hədəf qoyulmalıdır qarşımıza. Yenə də gəlir iş düşür ananın aktivliyinə. Çünki bizdə atalar daha çox maddi təminatla məşğuldur və analar burada aktiv olmalıdırlar. Əslində hələ valideynləri bir kənara qoyaq, yəni ki, mütəxəssislərin özləri də öz məsuliyyətlərini anlamalıdırlar və axır ki, nəsə öyrənməyə çalışmalıdırlar. Yəni ki, belə deyək də, təcrübə çox önəmlidir, düzdür, təcrübə lazımdır. Ancaq akademik bazada mütləq bunun lazımdır və hər gün məlumatlar yenilənir. Yəni bu haqda akademik məqalələr oxumaq lazımdır mütləq olaraq. Tədqiqata əsaslanan müdaxilələr təklif etmək lazımdır insanlara. Yəni bunları nəzərə almaq lazımdır belə. Ümumi olaraq belə başa düşdük ki, əgər biz müzakirəni belə deyək də ümumiləşdirsək, belə başa düşdük ki, Azərbaycanda autizmli uşaq valideyni olmaq çətindir. Autizmli böyüklər haqqında danışmadıq çünki belə deyək də bu sahə bizə təzə hələ necə deyim, yayılır, belə deyək, məşhurlaşır, inkişaf edir və daha çox uşaqlara fokuslandıq bu baxımdan və güman edirəm ki, müdaxilələri müzakirə elədik, hansı müdaxilələri deyək ki var, istifadə olunur, autizm sindromunun hansı deyək ki əlamətləri var, valideynlər nəyə diqqət etməlidir. Daha çox çalışdıq ki, daha sadə dildə müzakirə edək və eyni zamanda bu həm valideynlər, həm mütəxəssislər üçün maraqlı olsun, nəsə götürə biləcəkləri bir müzakirə olsun, faydalı olsun eyni zamanda. Və buradan da belə bir nəticəyə gəldik ki, autizmli uşaqlar üçün heç də bütün xidmətlər müəssər deyil, əlçatan deyil, xüsusilə də regionlarda. Və düşünürəm ki, bunun üzərində hökumət, yəni bu məsələ üzrə hökumətin üzərinə çox ciddi yük düşür ki, autizmli vətəndaşlara, yəni ki, və autizmli uşaqlara sahib olan valideynlərə daha çox dəstək olunmalıdır. Və bu dəstəklər də müəssər olmalıdır, əlçatan olmalıdır. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, minnətdarıq. Təşəkkür edirəm. Təşəkkür edirəm.